Əziz vətənlər, canlı verilişimizi davam etdiririk. Verilişimizin növbəti mövzusu iki mövzu əsasında daha çox söhbətimiz olacaq. Birincisi Birləşmiş Millətlər Təşkilatının məsulü Ban Ki-munun İrandakı insan haqları, hüquqları ilə bağlı və daha sonra da DAEŞ ilə bağlı, İslam hökuməti ilə bağlı olacaq. Mən qısa olaraq Ban Ki-munun açıqlamasını diqqətinizə çatdırmaq istərdim. Haqlı bir açıqlaması var Ban Ki-munun. Ona görə ki, Ruhaninin söhbətindən, hakimiyyətə gəldiyindən sonra verdiyi vədlərə görə bu açıqlamanı verib Ban Ki-mun. Ki, o bildirib ki, Həsən Ruhani verdiyi sözlərə, vədlərə əməl edə bilmədi və bu baxımdan İran dövlətini qınadı, haqlı olaraq da qınadı. Çünki onun etdiyi işarələr İranda mətbuata, baskı ilə bağlıdır ki, hər kəs bəllidir ki, İranda elə indi də, Ruhani dövründə də o adamlar ki, mətbuat haqqında hansısa bir fikir yazır, fikir söyləyir, onun həman məhkəməyə verirlər, onun baş redaktorunu və müəllifi həbs edirlər. Bu mətbuatın durumu ilə bağlıdır ki, Ban Ki-mun haqlı buna işarə edir. İnternetlə bağlı Ruhani dəfələrlə gəlib açıqlama versə ki, bu fəzanı biz açmalıyıq, bu fəzanı biz açıq qoymalıyıq gəncilərə. Amma yenə də o fəza bağlıdır, o fəzaya baskılar var. Diqqət eləsəz, indi İran dövləti bir-bir, o adamlar ki, İran dövləti xüsusilə də məsələn Xamənniyə qarşı, Xumeyniyə qarşı və hər hansı bir liderlərə qarşı bir fikir yazırlar. Hətta jok belə yazsalar, onları axtarır və onları həbs edir və çox ağır da cəzalar verirlər. Bu, həm də bunları nümunəsi budur ki, Ruhani bu sahədə də dediyi vədlərə, sözlərə əməl edə bilmədi ki, o cümlədən dillə bağlıdır ki, Ruhani söz vermişdi. Cumhurbaşqanlığı hələ namizəd dövründə, zamanındakı orada qeyri-fars dillərində təhsillərin, şəraitin yaradılması. O cümlədən biz nümunəsini Azərbaycanda da gördük, gəldi Urmiyədə də belə bir çıxış elədi və bunu indi sadəcə ustandarlar səviyyəsində bəzən gəlib müsahibələr verirlər ki, biz bu məsələ ilə bağlı aktivik, bu məsələ açıqdır, əlimiz açıqdır, nə bilim biz ana dili ilə bağlı bəzi işlər görəcəyik. Hələlik, bir ildən çoxdur bu şuar səviyyəsində qalan bir məsələdir və eyni zamanda o dini azınlıqlarla bağlıdır ki, bunların da azad bir şəraitdə fəaliyyət göstərmələri ilə bağlı Ban Ki-mun toxunur ki, və orada təəssüflə bildirir ki, hala da bu davam etməkdədir bu baskı dini azınlıqlara. Dini azınlıqlar deyəndə, söhbət təkcə bu Bəhaidən filandan getmir. Orada bir çoxlu, məsələn, bu günləri dərvişlərin ki, Azərbaycanın özündə də bu dərvişlərin fəaliyyətləri var. Sufilərin də onlara da qadağa qoyulması özü fərq etməz. Elə bu dini azınlığa daxil olan bir məsələdir. Və onunla bərabər ayrı-ayrı təriqətlər var ki, İran dövlət səviyyəsində bunlara qadağa var. Şiəlçilikdən başqa orada hər hansı bir dini təbliğat və dini toplantı və yığıncaqlar İran dövlət tərəfindən təqib edilir. Edamlar ki, əsasən Ban Ki-munun daha çox orada işarə etdiyi bir məsələdir. Xüsusən də azyaşlıların edamı ki, bugün davam etməkdədir. İran dövləti, məhkəmə sistemi bu hökmləri təid edir və 18 yaşından aşağı olan gənclər edam edilir. Ki, bu da ki, onun tənqid etdiyi bir məqamdır ki, hər halda biz bilirik ki, bu təkcə 18 yaşdan aşağı deyil, 18-dən yuxarı yaşların da elə edamlar var ki, haqsız bir sifarişlə olan edamlardır. Bəzən bu Subay Pastaranın məvad müxəddir sahəsində o rəddi itirmək üçün bir iddəni o sahibsiz və imkansız, pulsuz adamları tuturlar bir yolla, cəlb eləyirlər və dünyaya da göstərsinlər ki, biz məvad müxəddirlə mübarizə aparırıq və bu ad altında onları edam edirlər ki, bu da İran dövlətinin törətdiyi cinayətlərdən biridir. Ban Ki-munun işarə etdiyi daha digər məsələ siyasi zindanilər, əqidəti zindanlərdir ki, çox təəssüflər olsun ki, elə Azərbaycanın özündən bəlkə yüzlərlə bu cür siyasi zindanilər var, əqidə sahibi olan, uğrunda mübarizə aparan və buna görə zindana düşən bizim həmvətənlərimiz, soydaşlarımız var.
və belə İran bütövlükdə götürəndə ki, daha çoxdur. Təbii ki, qeyri-fars millətləri, hətta farsların özündən olan və əqidə baxımından, siyasi baxımından bu rejimə boyun əyməyən insanlar orada bir-bir ya işgəncə altında ölənlər olur, ya xəfada aparıb edam edirlər və yaxud uzun müddətli həbslər verirlər. Uzun müddətli həbslərdən biri biz həm də elə Səid Mətinpura da işarə edə bilərik ki, 8 il yəni müddətinə məhrum edilib zindandan ki, bu da sırf yəni əqidəti siyasi bir zindanidir. Bunun başqa bir yəni adı da ola bilməz. Yəni Ban Ki-mun bunları sadalamaqla ruhani dövlətinə bir daha xəbərdarlıq edib ki, yəni bu məsələ ilə bağlı əgər ciddi bir addımlar atılmazsa, bu həm də İranda insan haqları, hüquqlarının kobudcasına pozulmasının davamıdır. Orada demir, yəni bu gətirib ona çıxarar, o deyir ki, davamıdır. Bu o deməkdir ki, yəni İranda bu var idi, bu gün də var və gələcəkdə də bu davam edəcək. Təəssüflər olsun ki, yəni millətin etimadını şüarla, sözlə qazanan Həsən Ruhani bu etimadı doğurda bilmədi. Yəni artıq demək olar ki, orada insanların gözündən düşmüş bir cümhurbaşqanıdır. Çünki bu hər zaman həmişə dünənki o səfərdən qayıdıb Xameneyi ilə görüşündə də elə onu bir möhrü təsdiq vurdu ki, Xameneyinin alnına ki, mən sənin yolu gedirəm və bu sizin olmanız, sizin varlığınız bizi hidayət edir və bu sübut edir ki, birbaşa yəni o Xameneyinin qoyduğu yolu bunlar davam etməkdədir. Məmləkətdə heç bir şey dəyişiklik falan da olmayıb. İndi bunun nəticəsində Qərblə olan danışıqlar da demək olar ki, iflasa uğrayıb. Təxmini bu belə görünür. İndi ayın 20-sində bunların Şəhrivər ayının 20-sində Viyendə bir görüşləri oldu və o görüşdən sonraki açıqlamalar hər iki tərəfdən bəlli oldu ki, bunlar yenə də ciddi bir razılıq əldə etməyiblər. İndi yaxınlarda New Yorkda davam edəcək və ən son Azərmah ayı, yəni son zamandır ki, bu məsələ həll olsun. Əks təqdirdə İran dövləti də bəyan edib ki, bunlar yenidən yəni öz məsələlərinə baxacaqlar və yenidən hər halda o deməkdir ki, biz bu atom məsələsini təqib edəcəyik. Bunlara da biz imkan olsa bu axşam fürsət daxilində toxunarıq. Amma əsas indi mövzulardan biri də dedik, bu Daeş və yaxud Hökumət İslami ki, bu günləri bu məsələ gündəmdədir və İran dövləti cəhd göstərir ki, bu koalisiya və yaxud bu birlik ki, bir neçə ölkələrin arasında var, buna daxil olsun. Amma əslində İran buna cəhd göstərir. Ayrı-ayrı müsahibələr var. Rəsmiləri müsahibələrdir ki, məsələn, vilayəti deyir ki, əgər İranı bu birliyə daxil eləməsələr, bunlar bu məsələdə müvəffəq olmayacaq. O deməkdir ki, həm də bunlar bunu istəyir, yəni daxil ol, amma hədəfləri nədir, məqsədləri nədir? Bunu da biz bu axşam çalışacağıq ki, açıqlayaq. Əhməd bəy, xoş gördük. Bir daha təşəkkürlər. Verilişimizin bu qisməti əsas, yəni çalışacağıq ki, bu yenə Daeş ilə bağlı olsun, Daeş məsələsinə biz ayıraq. Bəzi videolar da var, bu Larijani qardaşların da fikirləri var, söhbətləri var, o məhkəmə yəni başında duran Larijani Sadiq, onun da bir açıqlaması var. Amma bu gedişat necədir? Yəni bu günləri bu görünür, bu birlik təşkil tapır. Avropa, Amerika və onun müttəfiqləri indi daha çox Misirdən söhbətlər gedir, Türkiyə ilə söhbət ediblər, amma yenə İranı görünür bu məsələyə daxil etmədilər. İranın problemi nədir? Yəni İranın məsələsi nədir? İran gözləyirdi ki, bu birliyə əslində daxil olsun. Amma son zamanda yenə də o Suriyədəki yadınızda olsa Fransa dəvət elədi, sonra kənara qoydular. Eyni bu hadisədir. Yəni də Fransa bu söhbəti atdı ortalığa ki, bu İransız mümkündür. Amma sonda Amerika elan elədi ki, yox, İranın bura daxil olması namünasibdir, heç cürə uyğun deyil. Və bundan da çox əsəbanidirlər. Bu Sadiqin də bir, Laricanın da bir qısa bir videosu var, onu da göstərəcəyik ki, bunlar nə qədər əsəbidir bundan. Nədir, nələr baş verir? Cavad bəy, mən həm sizə, həm soydaşlarımıza salam ərz eləyim. Bir düzəliş lazım ki, mənim bildiyim, oxuduğum qədər
Fransa, İran olmasa bu mümkün deyil. Yox, bəlkə də Fransanın İranın olması müsbətdir bəli, ola bilər. Doğru. Əlbəttə ki, Daişə qarşı və ya bu İslam xəlifəliyinə qarşı hər hansı bir cəbhədə və ya birlikdə dünyanın hər hansı ölkəsi qatılırsa, o müsbət bir məsələdir. Bu İran da ola bilər, Qətar da ola bilər, nə bilim, Bəngladeş də ola bilər, Madagaskar da ola bilər, fərq eləmir. Bir cəbhədir insanlığa qarşı olan bu İslam hökumətinə və bu cəbhədə nə qədər dövlətlər olursa, o cəbhəni yaradanlar təbii ki, sevinəcək. Amma İran məsələsi biraz fərqlidir. İran niyə bura dəvət olunmadı? Birinci sualdır. Yəni, birinci sual budur ki, İranı niyə qatmırlar bu işə? Əgər İran doğrudan da Daişə qarşı indi Niru göndərir Əraqa, onları Əraqda olan şiələri öz pulu ilə, İranın pulu ilə, mühimmatı ilə, silahı ilə, təlimi ilə hazırlayır, qurdan və ya quruq o Daişə qarşı savaşa göndərir. Bəs belədirsə, nədən İranın orada olmasına Qərb dövlətləri razı deyil? Nədir bunun səbəbi? Səbəbin bir neçə səbəblər var, amma biz onun bir neçəsini danışa bilərik. Çoxlu səbəblər var, yəni 5-6 dənə səbəbi oturub qoyub qabağımıza danışa bilərik, amma 2 dənə əsas səbəbdən biz bu gün danışmaq istəyirik. Onun birincisi budur ki, bugünkü Daeş adlanan o qurğun yaranması İranın əlindən olubdur. Əvvəl bu əlbəttə adı Daeş deyildi, heç adı Əl-Qaidə də deyildi. Əvvəl bu sünni fanatiklər idi ki, Amerikanın İraqa girdikdən sonra Amerikanın əleyhinə silahlı mübarizəyə başladılar. İran onlara silah, mühimmat, pul, yeri gələndə təlim verməklə məşğul oldu. Hətta dəfələrcə, yüzlər dəfə ən azı biz deyə bilərik ki, onun 10-15 dəfə videosu da göründü ki, İran silahlar göndərirdi, uzaqdan partlayan maddələr hazırlayıb göndərirdi ki, tanklar, Amerikanın tankları yoldan keçəndə yolun kənarında bunu partladırdılar və zərehi deməli nəfərbərlərinin içində Amerikanın əsgərləri də ölürdü. Yəni bugünkü Daeş deyilən qrupu İran yaradıb. Bu İran nədən dəvət olunmur? Səbəbin biri budur. Amma İran yaratsa da indi İran ən azı məqtəyi zamanda Daişə qarşıdır və hətta ona qarşı savaşır. Nədir bunun səbəbi? Ona görə ki, Daeş İranın kontrolundan çıxıbdır. İran Daişin ölməyini istəmir, aradan tamamən getməyini istəmir, bəlkə kontrolda olmağını istəyir. İran niyə dəvət olunmadı bura? İkinci səbəb var. Birini dedim ki, neçə səbəblər var, amma biri odur ki, İran onu yaradıbdır və hamı da bilir ki, İran bunun tamamən ölməsinin tərəfdarı olmayacaq. İkinci səbəb də budur ki, İran hər hansı bir deməli koalisyonda və ya cəbhədə şirkət eləyəndə o cəbhədə olanlardan içəridən xəbər olacaq. Və üçün İran bu cəbhənin içində olacaq. Orada eləyə biləcək ki, İran yenə də Daişin içindən müxtəlif bir qrup yaratsın, gələcəkdə Amerikaya qarşı və ya Qərbə qarşı istifadə üçün. Onun üçün çox təhlükəlidir ki, İranı bu sistemə qoşmasınlar. İran həm Daişə qarşı savaşdan, belə deyək, necə ziddi terroristi əməliyyatlar gedir, oradan təcrübə qazanılacaq, bəhrələnəcək. Onun üçün də İrana o təcrübəni və o qazancı da vermək istəmirlər. Və İran niyə bura daxil olmadı? Səbəblərindən biri də budur ki, İran əmələn siyasi inzivadadır, yəni təklikdə qalıbdır. Dünyada bir çox ölkələr yalvarırlar ki, beynəlxalq deməli, arenada və ya cəvami beynəlxalq toplantıda, toplumda onların da özlərinə görə yeri olsun. O yalvaranların biri, məsələ deyək ki, Suriyədir, biri Şimali Koredir, biri İrandır, biri Venezueladır müəyyən qədər, Tunes, üzr istəyirəm, Sudandır və tək-tək ölkələr ki, diktatordular, qatildilər, teröristə dəstək verirlər, yeri gələndə öz millətində qətlam edirlər, əlləri
çiyinlərinə qədər, dizinə qədər, qoluna deyər, dirsəyinə qədər yox, çiyninə qədər qana batıbdır. Qərb dünyası istəmir ki, İran bu fürsətdən istifadə eləyib özünü inzivadan və ya təklikdən qutara bilsin. Eyni zamanda ayrı problemləri də yerində qalsın. Qərb onu da istəmir. Yəni, bir çoxlu səbəblər var, mən bir neçəsinə işarə elədim. Onun üçün Qərb İranı belə məsələlərdə iştirak etməsinə mən əvvəldən də demişdim, inanmıram, bu məntiqə uyğun deyil. Amma indi görünür ki, Qərb bu qərara gəlibdir ki, artıq İransız bu işi görə biləcəklər. İran qatılsa bu cəbhəyə, girsə o cəbhəyə və ya o birliyə, işi düzəltməkdənsə daha çoxunu qarışdıra bilər. Və səbəblər, ayrı səbəblər var, Cavad bəy, ayrı səbəblər var. Məsələ, Qərb dünyasındakı cəbhədə Saudi Ərəbistan var, Ərəb ölkələri var. Ərəb ölkələri İrandan hər hansı bir yardım gözləmirlər. Və bu dördüncü səbəb olar. Beşinci səbəb budur ki, İran şiəçilik, firqəçiliklə məşğuldur. Daeş ilə savaşda, Daeşin işğal elədiyi şəhərləri bombalayırlar. Orada Daeşin savaşçıları ilə birlikdə məmuli sünnilər də qətl am olunur. Bu da səbəblərdən biridir. Səbəblərdən biri də İranın Suriyədəki deməli Bəşar Əsədlə birləşib sünniləri qətl am eləməsidir. Yəni o qədər səbəb vardı ki, İran ora daxil olmamalıdır. Əgər də bir gün bu ehtimal var ki, zəif ehtimaldır. İranı bir növ ora qatsınlar, amma kontrol altında, yəni İran ora girsə də əgər bir gün, ki mən inanmıram girə bilər, amma İran ora daxil olsa da İranı bir şübhəli quruh kimi orada saxlayacaqlar. Çox məlumat İrana vermədən bəlkə İrandan istifadə edəcəklər ki, Daeşə qarşı bir şeylər olsun. Ona da inanmıram mən. Yəni, çox səbəblər. Bu İranın rəis məclisi Əli Laricani bir açıqlama verdi bu günləri. Öz çıxışında dedi ki, Amerikanın havadan Daeşi bombardıman etməsi düzgün hərəkət deyir. Bunu etməməlidir. Çox maraqlıdır. Yəni, bu həm də bilirsiniz, necədir? Amerikanın yuxarıdan bombardıman etməsi həm Daeşi zəiflədir, həm Daeşə qarşı savaşan Əraqda, Daeşə qarşı savaşan quruhları gücləndirir. Eyni zamanda o bombardıman etmələrdə kimlər ölür, kimlər ölmür, onu artıq o cəbhə təyin edir. Yəni, o adam orada öləcək. İran bunu istəmir. İran istəyir ki, savaş kontrollu olsun. Daeşə xəbər versinlər, məsələ biz, nə bilim, Tikritə hücum eləyəcəyik. İran yönlü insanlar oranı tərk eləsinlər. Daeşin içində İranın öz adamları var. İran istəmir Daeşin içində olan adam. Daeşin hamısı İranın adamı deyil. Amma Daeşin içində çox adamlar var ki, İrandan təlim görüblər, özəlliklə rəhbəriyyət. Onun üçün də İran istəmir ki, Daeşin içində İranın əlində olan adamların hamısı məhv olsun. Bu səbəblərdən biridir. İkincisi, Amerika göydən onları bombardıman eləyəndə o təyyarələri ilə və ya dron və ya sərnişinsiz təyyarələr ki, farsçada ona pehbat deyirlər elə bil. Onlar həm də məlumat yığır, nizami məlumat yığır yenidən və bu Amerika üçün böyük bir yenə də nizami cəhətdən qazancıdır. İran da istəyir ki, o cür olmasın. Amerika burada heç bir şey qazanmasın. Yəni, söhbət burada həm İranın əlində olan möhrələrin yanmamasından gedir, həm də İran istəmir hər hansı bir qazanc Amerika gəlsin. Üçüncü səbəblər var, ayrı səbəblərdən yenə deyirəm, bir çoxlu səbəblər vardı. Üçüncüsünü də onu deyə bilərik ki, məsələ, Amerika İransız Daeşi bu qədər vurub məhv eləyirsə, onun krediti də, onun deməli, o siyasi cəhətdən qazancı da Amerikaya gedir. İran onu da istəmir. Yəni, İran belə baxır məsələyə. Amerika deyirsə qatıq ağdır, biz onun qara olduğunu sübut etməliyik. Vəli ki, hamımız bilirik, qatıq ağdır. Onun üçün burada uzun müddətli siyasətlər keçmişdən 34 ildən bəri zidd Amerika şüarlarının hamısı da nəzərdə alınmalıdır. Təşəkkür. Bir video var Laricaninin çıxışı elə bu məsələ ilə bağlı. Mümkün olsa çox qısadır. Onu bərabər bir seyr edək.
داعش را که امروز 40 تا کشور ادعا میکنن میخوان دعوتشون دور هم جمع بشن و با پررویی وزارت خارجه آمریکا میگه ایران جزو اینها نیست، ما افتخار میکنیم جزو شما نباشیم، شما جز دروغگوهایی که ادعا میکنید و عملتون کاملا مخالف چیزی نیستید. Yəni bu onu göstərir ki, bunlar həqiqətən narahatdırlar. Çox narahatdırlar. Əlbəttə ki, çox narahatdırlar. Bəhs Daesh ra ki imruz onun haqqında biz danışdıq biraz. İranın əsas narahatlıqlarından bir neçəsini mən saydım, nəzərə gələn ki, əlbəttə ayrı səbəblər də var. Yenə də qaydırıq, Daesh necə yarandı? Və Daesh aya kontrol olunub Amerikaya qarşı savaşması yaxşıdır, yoxsa kontrolsuz Şiə-Sünni davasına girib dindi? İranın birinci istəyi budur ki, Daesh kontrol altına girsin, onun içində olan İranın möhrələrinin əli ilə Daeshi ziddi şiəçilikdən ayıralar, ziddi Amerikaya qarşı bir quruha çevirələr və Daeshə deyələr ki, hətta Amerika, İran razıdır ki, Daesh Ərağın bir qismətində, Suriyanın bir qismətində dövlət qursun. Bu şərtlə ki, Amerikaya qarşı savaşsın, terroristi işlər görsün. İran ondan razıdır. Belə gedirsək, İran görür ki, xeyr, Daesh tamamilə məhv ola bilir. Yəni, ən azı Daesh Əl-Qaidə durumuna keçəcək. İndi Əl-Qaidə Əhməd bəy, yəni biz belə nəticə ala bilərik. İran bu savaşı, bölgədəki savaşı ön cəbhədə, yəni özündən kənarda, uzaqda saxlamaq üçün Daeshi yaratdı, ona yardım elədi. Bəli. Baxmayaraq ki, sünni idilər, əksəriyyəti yəni təşkil verib sünnilərdir. İndi sonra da hər halda bunların başına, özlərinin də başına bir bəla olub. Və hal-hazırda əgər Amerika bunları havadan vurursa, bunları zəiflədirsə, əslində İran bundan məmnun olmalıdır, İran narahat olmamalıdır. Amma dedim, Larijani bugünkü açıqlamasında mətbuatda oxuya bilərsiniz, hər yerdə yazılıb. Orada deyir ki, havadan Daeshi Amerikanın bombardıman etməsi düzgün bir məsələ deyil, yəni bunu etməməlidir. Və digər tərəfdən də deyir ki, bu həmin koalisiya ki var, bu birlik ki var, bunlar Daeshə qarşı deyil, bunlar bir növ Suriyə girmək üçün Suriyə Bəşər Əsəd dövlətinə qarşıdır. Bunları necə siz yəni bilirsiniz? Cavad bəy, dediyimiz kimi İranın Suriyədə etdiyi o cinayətlərə görə İran da hər hansı bir məntəqədə olan savaşı bir növ həll eləmək, ya nizami yolla, ya siyasi yolla İranı o məsələyə qatmaq doğru deyil. İranın narahatlıqlarından biri də budur ki, İran istəyir həm Daesh aradan getməsin, həm də İran kənarda qalmasın. Bilirsiniz, bu Sadıq Larijani deyir ki, bizi qoymadınız gərək bir cəhənnəm, ya belə bir söz dedi ki, siz bir yalancı quruqsuz, biz sizlə olmamağa iftixar edirik. Bu, bizlərdə bir atasöz var, deyir, pişiyin əli ətə çatmayan da deyər ki, acıdır və ya zəhərlidir. Çiğdir, nədir, hərə bir söz deyirdi. Əslində, pişik ət axtarır yeməyə. Çatmayanda bu cür əti pisləyir. Halbuki elə deyil. İran çox çalışdı bu koalisyonda olsun, bu cəbhədə olsun. İran könüllü olaraq hətta hələ dəvət olunmadan ora silah, mühümmat, adam göndərdi. Bir çox siqnallar verdi ki, amandır, biz varıq, bizi yaddan çıxartmayın, biz gəlmək istəyirik. Yalvardı bir növ. Siyasi cəhətdən buna yalvarmaq deyərlər. Amma kənara qoyulandan sonra deyir ki, heç biz orada olmamağa iftixar edirik, fəxr edirik ki, biz orada deyilik. Onun orada olması bir növ İrana bəraət qazandırmaqdır. Əsli, bilirsiniz, İranın iki dənə, əgər bir çox səbəblər var, mən deyirəm. Amma iki dənə əsli səbəbə baxanda, biri budur ki, İran fikr eləyirdi ki, bu inzivadan, bu təklikdən çıxmağın yollarının biri də bu Daeshə qarşı cəbhəyə girib, sübut eləsin dünyaya ki, artıq da biz Qərb dünyası ilə birlikdə bir cəbhədəyik.
Bəli. Bu siyasi Həqiqətən də cəhətdən yəni belədir elə, elə olar. siyasi cəhətdən bu İrana vacib bir məsələ idi və İran belə bir fürsət axtarırdı. İndi görür ki, onun gözünün qabağında bu fürsət buz kimi günün qabağına qoyulub əriyir. Gün getdi, zaman keçdisə əriyir də bir şey qalmadı. Və bəxtdir ki, Amerika, Fransa yolu açıq qoyur İranın gəlməyinə. Amma Amerika gəlib deyəndə ki, bu doğru deyil İranı bura dəvət eləmək, bu İran üçün böyük bir zərbə sayılır. Eyni zamanda həm də müzakirələr gedir. İran həm də istəyirdi ki, Daişə qarşı mübarizədə olmaqla birlikdə, yəni bu cəbhəyə girməklə, İran və Qərb dünya arasında olan atom müzakirələrində bir növ puan qazana. Qərb də bunu bilir. Qərb də o puanları İrana vermək istəmir. Onun üçün Qərb deyir ki, sənlə deyir mübarizəmiz, müzakirəmiz yerində, onunla o haqda müzakirə eləyərik. Amma bu məsələdə sənin yerin yoxdur. Və bu deməli, inzivadan çıxması bu yoldan istifadə edə bilmədi. Bu İran üçün böyük bir zərbə idi və əsəbaniyyətlə bunları gəlib bu cür bəyanat vermələri, nə bilim, biz elə iftixar eləyirik burada deyil. Ya iftixar eləyirdiniz və indiyəcən niyə demirdiniz? İndiyəcən hətta İranın məhsulları dəfələrcə deyiblər ki, Daişə qarşı biz həmkarlıq eləməyə hazırıq. Və nətər oldu? O niyə olmadı? Onda niyə o sözü deyirdiniz? Odur ki, yəni bu da o deyir, iş işdən keçəndən sonra lənət oxumağa faydası yoxdur. Əvvəl yalvarırdın, rəhmət oxuyurdun, indi lənət oxusanın faydası yoxdur. İkinci, yenə də qaydırıq. İki məsələ var. Biri, ünzüva, siyasi ünzüvadan çıxmaq məsələsi ən mühümüdür İrana. Ən mühümlərinin biri də Daişin tamamən məhv olmasını İran əbəda istəmir. Baxın, mən sizə ayrı misallar vurum. Taliban qrupu Əfqanistanda hakim olanda İranla bir nömrəli düşmən idi, yadınızda. Onlar fanatik sünni, heç İranı və şiyələr heç müsəlman saymırdılar. Və İran da onlara qarşı cəbhə açmışdı. Şimali o birlik var idi Əfqanistanda, Məzar-ı Şərifdə bunların mərkəzi idi. İran Kabulda, yəni paytaxtda səfirlik açmamışdı, amma Məzar-ı Şərifdə səfirliyi var idi. Yəni müxaliflərin içində, Talibana qarşı. Amma elə oldu ki, Taliban oradan çıxdı, qaçdı. Yəni Amerika oranı vurandan sonra Talibanı qovaladılar, Əfqanistan düşdü müxaliflərin əlinə. O müxaliflər ki, İran da onları dəstəkləyirdi. Amma İran bu dəfə Talibana dəstək verdi. Başladı Talibanla həmkarlıq eləmək. Çünki İranın hədəfi hər hansı orada bir terror qrupu ilə həmkarlıq, dostluq qurmaq deyil. İranın hədəfi məqtə idi. Yəni qısa bir zamanda İranın şüarı budur. Düşmanımın düşmanı mənim dostumdur. Belə baxır İran məsələyə. Taliban ki İranla düşmən idi, İran indi Talibana kömək eləyir. Niyə? Çünki Taliban Amerikaya qarşı savaşır. Eyni bu məsələni, məsələ, əgər bütün dünya yığışa Talibanı məhv eləyə, İran ondan razı deyil. Halbuki İran Talibanla müxalifdir. Amma razı deyil aradan geçsin. Niyə? Çünki Talibanın əli ilə Amerikaya qarşı istifadə edə bilir. Daişi də, Daиш ilə İran müxalifdir indi. Düşmandılar. Amma Daişin məhv olması İrana hər hansı bir qazanc gətirmir, amma Amerikaya qazanc gətirir. Ona görə İran istəmir Daиш kamilən aradan geçsin. Çünki o münaqişə davam eləsin, orada baş qarışsın. Həm münaqişə davam etsin, həm Amerikanın başı qarışsın orada. Yəni Larcanı, Əli Larcanı deyir ki, göydən vurmaq düzgün deyil, nədir? Onlar fikir edir ki, Amerika gəlib oraya yenidən əskər qoyacaq, yox. Amerika deyir ki, biz əskərlərimizi da orada niruy zəminimizi, yəni qara qüvvətlərimizi istifadə eləməyəcək. Göydən vuracaq, kimsə əskər qurban verməyəcək. Onlar getsin, özləri getsin, savaşsınlar. Əraqlılar getsin, savaşsın. Bir səbəblərdən də bunu deyə bilərik ki, Amerika deyir ki, mən əskərimi göndərməyəcəm, Əraq dövləti sünnilərdən istifadə etməlidir Daişə qarşı savaşmağa. Onun üçün sünnilərə puan verməlidir. İran onu da istəmir. İran deyir ki, qoyun burada elə şiyələr savaşsın. Halbuki, hətta Amerika dəfələrcə bu son zamanlarda etiraz eləyib Əraqa ki, şiə ordusunu sünni olan yerə göndərməyin. Orada şiə-sünni davasını artırmayın.
kömək eləyin. Necə ki 2007-də General Petraeus Əraqda olanda Əl-Qaidəni necə məhv elədilər? Orada sünnilərdən istifadə elədilər. Sünni ordusu yarandı könüllülər. Amerika onlara pul verirdi. Öz əskərinin yerinə onlara deyirdi gedin savaşın. Təlim verdi, silah verdi, pul verirdi. Təəssüflə Amerika Əraqdan çıxandan sonra o yardımlar kəsildi və bir tərəfdən də Əraq və İranın köməyi ilə Əraq şiəçiliyi, firqəçiliyi onlara zülm oldu. Yəni elədi, yəni sünnilərə. O sünnilər ki, Əl-Qaidəyə qarşı savaşırdılar. Onların bir çoxu həmin bu Əl-Qaidə, Əraq Əl-Qaidəsi ki, sonra Daesh oldu. O Daeshlə həmkarlıq elədilər ki, heç olmasa bu şiə fanatlardan canımız qutarsın. İndi Amerika həmən təcrübəni geri qaytarmaq istəyir. İran onu da qəbullənir. İran deyir ki, biz deyən kimi savaşılsın. Amerika da deyir ki, yox. Şiələri gətirib sünni şəhərlərini azad eləmək doğru deyil. Sünniləri silahlandırıb sünniyə qarşı savaşdırmaq, yəni fanatlara qarşı savaşdırmaq ən yaxşı yoldur. Bu vəsilə ilə sünnilər həm də özləri də silahlanırlar, güclənirlər, təşkilatlanırlar ki, şiə fanatlarına qarşı özlərini müdafiə eləyə bilsinlər. İran onu da istəmir. Yəni bir çoxlu səbəblər var. İndi biz burada oturub hamısını riz-bəriz, yəni xırdalıqları ilə danışa bilmərik. Zaman yoxdur ona. Amma İranın dərdləri hələ bundan sonra getdikcə üzü açılacaq yəni. Bəs vilayəti də bu məsələ ilə bağlı onun da fikirləri. O da deyir ki, yəni keçən dəfə bir həqiqət var da, yəni keçən dəfə İran elan elədi ki, bəzi ölkələr də bildirdilər ki, bu Suriya ilə bağlı olan bilmirəm o hansı ölkədə idi, bir toplantı oldu, İran ora almadılar. Almışdılar, yəni sonunda qoydular kənara. Və biz gördük, yəni o qədər də nəticəsiz oldu. İndi bu gün yenə İran bunu iddia edir. O cümlədən vilayətinin bir açıqlaması var ki, əgər belə bir yığıncaq varsa, birlik varsa, İran ola qatılmasa, buradan nəticə almaq imkansız. Bunlar həm də dedikləri sözün arxasında dururlar. Ona görə ki, yəni lazım, indi bu siz necə deyirsiniz, bu saat düşməndilər, həqiqi də, yəni ideoloji də düşməndilər bir-birinə, Daesh ilə İran. Amma lazım gələndə elə İran da silahı verir. Bəli. Çox rahat. Yəni hər lazım şeyə göz yumur. İran onları təlim verib, pul veribdi, pul verir, silah veribdi. İndi bəlkə işte onların İranın silahına ehtiyacı yoxdur. Amma İndi, yəni demək Daesh-i üzr istəyirəm, Daesh-i Suriyaya aparan İran özüdür. O zaman apardı ki, onun danışdığı İran Daesh-i Suriyə qatdı ki, müxalifləri Qərbin gözündən salsın. Qərb desin ki, vay bunlar fanatdılar, Əl-Qaidədirlər. Ona görə, çünki Qərb müxaliflərə dəstək verirdi. Və İran orada müvəffəq oldu. Qərb o zaman o qədər da müxaliflərə dəstək vermir. Amma İranın bu siyasətləri sonunda özünə də qarşı bir cəbhə açıldı. Amma yəni hal-hazırda Qərb ilə Daesh arasındakı düşmənçilik dərinləşir. Bəli. Şübhəsiz. Yəni bu gedib, çünki bu koalisiya təşkil verilsə, hücumlar çoxalacaq. Onlar da daha çox dərindən bu məsələni, yəni nifrətlə məsələyə baxacaqlar. Belə bir halda 100% İran yenə yenidən Daesh və İranın yaxınlaşma ehtimalı var. Yəni onlar bir-birindən həmkarçılıq ehtimalı var. Ola bilsin ki, vilayəti bunları nəzərdə tutur. Deyir ki, bizsiz yəni bu mümkünsüz. Yəni biz olmasaq biz bunlara dəstək verəcəyik. Bu yenə məsələ davam edir. Yenə də neçə tərəfdən baxmaq lazımdır ona. Əvvəla vilayətinin sözü Xameneyinin sözüdür. Vilayəti Xameneyinin vəziri, müşaviri, umuru xaricəsidir. Yəni, xarici işlər üzrə Xameneyə məsləhət verən vilayətidir. Onlar danışırlar, beyti rəhbəri də qərara gəlirlər və vilayəti də gəlir, o söz deyir. Fərq eləməyibdir. Yəni, Sadiq Larijaninin, Əli Larijaninin, beyti rəhbərinin, vilayətinin sözü hamısı eynidir bu məsələdə. İran sistem olaraq bu gedişatdan razı deyil. İndi vilayəti deyir, İransız olmaz. Bunun həm də siyasi cəhətdən biz baxmalıyıq. Daesh-ə qarşı cəbhədə NATO-nun mühüm ölkələri var. O cümlədən Amerika, İngiltərə, Fransa, Türkiyə və s. Yəni Alman. Yəni NATO demək olar ki, Amerika, İngilis
İngiltərə, Fransa gedəndə NATO oradadır. Qutarır yəni. Bütün NATO üzvləri. Bu bir. DAEŞə qarşı cəbhədə həm də məntəqədə olan mühüm məmləkətlər var. Məntəqədə olan mühüm məmləkətlər deyəndə İslami məmləkət, müsəlman məmləkətlər. Biri Səudiyyə Ərəbistan var, Misr var və Türkiyə. Hətta DAEŞə qarşı cəbhənin haqqında açıqlamanın çoxu Can Kerinin Türkiyədəki açıqlamalarından bəlli olubdur. Türkiyədə bilirsiniz ki, $500 milyar Can Keri dedi ki, Suriya qaçqınları olan ölkələrə yardım olunacaq Amerika tərəfindən. Onların da çoxu indi Türkiyəyə gedəcək. İran bu üç məmləkətə baxanda hər üçünü özünə rəqib bilir. Həm Türkiyə İranı rəqibdir, həm Səudiyyə Ərəbistan rəqibdir, həm Misr indi rəqibdir. Ona görə İran özünü əmələn bu rəqiblərin içində özünü tək görür. Xaricdə görür, arxada görür. Onun üçün də bu deyəndə ki, bizsiz bu mümkün deyil, bu həm də bir növ təhdiddir. Yəni, İran deyir ki, əgər bizi bu işə qoşmasaz, biz yenə də qabaqdakı kimi gələcəkdə bir yol tapıb DAEŞ-lə həmkarlıq edəcəyik, onu istəyir deyə. Qərb məmləkətləri və məntəqədə olan ölkələr də artıq bu qərara gəliblər ki, İransız bu işi bir dəfəlik bitirmək lazımdır. Necə Al-Qaidədən indi səs çıxmır, əsl Al-Qaidədən. Al-Qaidənin qolları ki, sonradan yaranıb, özlərini Al-Qaidəyə yapışdırıblar, onlar fərq eləyir. O qolların biri də həmin bu İslam xəlifəliyi idi ki, Bəğdadi, Əbu Bəkr əl-Bəğdadi, onun rəhbəridir, o Al-Qaidənin üzvü idi bir zaman. Amma elə cinayətlər elədi ki, Al-Qayda da dedi ki, yox, bu qədər də biz eləmək istəmirik. Yəni, Al-Qayda bunları özündən çıxartdı. Suriyədə Cəbhət-ül Nüsrə ilə bu DAEŞ-in arasında olan ixtilaflarda bir zaman hər ikisi Al-Qaidəyə bağlı idi və nəhayət Cəbhət-ül Nüsrə deyirdi, biz Al-Qaydə ilə varıq, bunlar deyirdi, bizik. Ayman Züvahiri sonra bir açıqlama verdi, Al-Qaidənin rəhbəri dedi ki, bizim Suriyədə olan həmkarımız Cəbhət-ül Nüsrədir, DAEŞ deyil. Ondan sonra DAEŞ rəhbəri Bəğdadi dedi ki, siz, yəni bunlarla ixtilafa başladı, dedi ki, biz özümüz xəlifəlik qurarıq, heç sizə də ehtiyacımız yoxdur. Yəni, demək istəyirəm ki, ümumiyyətlə İranın bu apardığı siyasətlərin nəticəsində Al-Qaidənin güclənməsini biz nəzərdə tutmalıyıq bu söhbətləri baxanda, bu söhbətləri eləyəndə. Ümumiyyətlə, Suriyədəki İranın rolunu nəzərdə tutmalıyıq. Amerikaya qarşı İran necə bu müxaliflərdən, hətta özünün düşmənindən istifadə eləyə bilir, onlar darda qalandı əlbəttə. Onları nəzərdə tutmalıyıq. Onun üçün də Qərb dünyası bu növ təhdidlərə ki, biz olmasaq, zat deyibdir, nədir bu, vilayəti deyib, biz olmasaq bu mümkün deyil. Qərb dünyası o təhdidlərə mən inanmıram ki, qulaq assın. Yəni, məntiq deyir ki, Qərb artıq başa düşübdür ki, İran bu işə qatışsa, İran qazanacaq və bu DAEŞ də tamamilə məhv olmayacaq. Ola bilsin ki, hətta İran bu savaşa qatılsaydı, DAEŞ-in bir də üzvlərini bir növ qaçırsın, saxlasın İranda, sonradan onları yenə də aktiv eləsin, faal eləsin. O ehtimal da vardı. Bəs bu arada Türkiyə çox mövqeyi maraqlıdır. Türkiyə tamamilə, yəni demək olar ki, susub. Hətta mətbuat da yazdı ki, Amerika Xarici İşlər Naziri Can Kerinin mətbuat konferansına belə rəsmilərdən qatılmadı. Onların mövqeyi nədir? Yəni onlar... Türkiyə hakimiyyətinin, yəni AKP-nin dediklərindən, yəni belə deyək də, bu məsələni tozih eləmək üçün ki, biz DAEŞə qarşı açıq-aydın savaşmaq istəmirik. Bu tozihlərdən biri budur ki, Türkiyənin Mosulda olan konsulluğunu DAEŞ Mosulda tutanda onun işçilərini və Türkiyədən olan Türkiyə vətəndaşlarının təqribən 50-yə yaxın 48 nəfər əsir tutub. Və Türkiyə deyir ki, əgər biz, AK Parti deyir ki, əgər biz DAEŞə qarşı savaşsaq, o 48 nəfərin başını kəsə bilərlər. Bu, onların tocihidir, yəni belə özlərinə haqq qazandırırlar.
İndi ona inanmayanlar da deyirlər ki, əgər indi tutubsa bəs yaxşı. Mosulu tutmadan əvvəl niyə siz heç Daişə qarşı heç bir söz demirdiniz? Hətta müəyyən qədər Daişə qarşı kömək eləyirdiniz. Daişə yardım eləyirdiniz ki, Bəşar Əsədi yıxsın. Yəni burada iki tərəfin də sözlərində haqq vardı. Bu tarix özü göstərəcək ki, Türkiyə və ya AK Parti niyə görə deməli Daişə qarşı susub və ya əmələn bir iş görmür. Biz Daişin fəaliyyətinə baxanda 3 mərhələni görməliyik. Biri budur ki, Amerika ordusu İraqda idi. İraq 2011-dən əvvəl, yəni 3 il bundan əvvələ qədər. Amerika ordusu İrağı əmələn kontrol eləyirdi, yəni mühafizət eləyirdi. Daişə qarşı savaşırdı, Daeş Amerikaya qarşı savaşırdı. O zaman Daeş deyildi adı, Al-Qaida Əraq qolu idi. Və İranın kontrolu ilə onlar bu terörist işlər görürdülər. Bu birinci mərhələ idi ki, Daeş tamamən Amerikaya qarşı idi. İkinci mərhələ Daeş və Suriya məsələsidir. Ki, İran Daeşi o zaman Əraqda olduğuna görə üçün yaxından əlaqələri vardı. Özəlliklə Qasım Süleymanı Daeşin böyüklərinin bir çoxunu tanıyır, özləri onlar təlim veriblər. İkinci mərhələ Suriya məsələsidir ki, üçün AK Parti Suriyaya qarşı, belə Suriyaya qarşı deməyək, Bəşar Əsədə qarşı açıq aydın elan verdi ki, Bəşar Əsəd getməlidir, nəyin bahasına olursa olsun. Ona görə əməli surətdə, yəni praktik olaraq Türkiyə Cumhuriyyəti və ya AK Parti Daişə də dəstək verdi, Cəbhət-i Nüsriyə də dəstək verdi, Cəbhət-i Nüsriyə hələ də dəstək verir ki, nə olursa olsun Bəşar Əsəd getsin. Bu ikinci mərhələ idi. Üçüncü mərhələ Mosul məsələsidir, Əraq məsələsi. Daişin yenidən qayıdıb Əraqa girməsi və orada hakimiyyət qurmasıdır. Burada isə Türkiyə ondan razı deyil. Əvvəla özünün əsirləri vardı, tutulubdu. İkinci, bu bir növ xətərdir, təhlükədir ki, hətta yeri gələndə Türkiyənin özünü də təhdid eləyə bilər. Ona görə Türkiyə məncə AK Parti hələ bir şok içindədir. Məncə AK Partinin bu ki, nə bilim, biz savaşsaq, ona qarşı getsək, bizim adamlarımızı öldürər, o bəhanənin biridir. Həqiqət var o sözdə, amma ondan qabaq niyə eləmirdi? Amma Türkiyənin ayrı bir nigarançılığı da var. Türkiyənin ayrı nigarançılıqlarından biri də budur ki, əgər Daeş aradan getsə, əmələn Bəşar Əsəd güclənəcək. Türkiyə də Bəşar Əsədin güclənməsini istəmir. Bu da vardı. Onun üçün Türkiyənin fikri budur ki, bu ola bilər ki, əgər Daeş aradan gedirsə, Daeşi tamamən məhv eləmədən əvvəl, Suriyaya keçmədən əvvəl, Suriyədəki müxalifləri, Daeşəm olan müxalifləri də hətta gücləndirək, o qədər gücləndirək ki, Daeş məhv olsa da onun yerini müxaliflər tutsun, Bəşar Əsəd tutmasın. Yəni, burada bir çoxlu tərəfdən baxanda görürük ki, Türkiyənin nigarançılıqları vardır. Bu məsələyə Türkiyə tamamən də öndə olmaq istəmir. Hələ biraz özü o şokdan özünü qurtara bilməyib. Aydın. Bu müzakirələrlə bağlı Əhməd bəy, İranın Xarici İşlər Nazirinin müavinlərindən biri Məcid Təxti Rəvançı bir açıqlama verdi ki, yəni bu məsələ müzakirələr, ciddi ixtilal var, yəni müzakirələrdə. Yəni bu məsələ demək olar ki, bombəst deyil, amma onun açıqlaması belədir ki, ixtilaf çox ciddidir. Bəli. Bunun indi 20 Şəhrivərdə də bir iclasları oldu, New Yorkda da bir olacaq və son Azər ayda bunların demək olar ki, verdiyi vaxtı filandır. Yəni müzakirə, qərb mətbuatı filan yəqin ki, açıqlamaları da ola bilər. Müzakirənin müsbət yöndə baş tutma ehtimalı var ya yoxdur? Bu ki, bu gələcək noyabrın 20-sinə qədərdir. Yəni təqribən indi Azər aydı bəli. Deyə bilərik ki,
3 ay qalıb. 4 ay demişlər, onun 1 ay getdi. Yay tətilatı idi, hazırlıqlar apardılar. Ta bu 3 ayda müzakirələr olsun. Hər iki tərəf deyibdi ki, hələlik belə deyirlər ki, noyabrın 20-sindən o yana da bunu uzanmayacaq. O ki, hələlik ehtimal budur ki, bu son şansdır. Bu 3 ay, qalan 3 ay. Müzakirələr olacaq. Təxtirəvançının dediyi ki, çox ağır və ya çox mühüm ixtilaflar var. Bu təzə bir söz deyil. Onu hamı bilir ki, mühüm ixtilaflar var. Rəvançı niyə bu sözü deyir indi? Və niyə bunlar elə təbir verirlər ki, sözlərindən təfsir eləmək olar ki, ola bilsin İran deyir ki, ola bilsin ki, biz işlər burada deməli bir yolda tapa bilməyək. Yəni bu müzakirələr tam müsbət mənada nəticə verməsin. İran bu sözü də atıb ortalığa indidən. Məncə onun əsli hədəf, o İranın əsli hədəfi buradan siyasi cəhətdən puan qazanmaqdır. İstəyir qərbə deyək ki, müzakirələrdə biz ciddi bir yəni addım atılmasa da biz indidən onu nəzərdə tutmuşuq. İran bu sözü ilə istəyir qərbdən ayrı puanlar ala və çoxlu güzəştlər ala. Məncə qərb də bu məsələni bilir ki, İran burada blof eləyir. İranın çarəsi yoxdur müzakirədən başqa. İranın dövlət mərdləri əgər bir zərrə o deyir quş beyinlərini də işə salsalar, başa düşəcəklər ki, bu müzakirələrdə müsbət mənada nəticə almaq elə İranın da xeyrinədir, Qərbin də xeyrinədir, bəşəriyyətin də xeyrinədir. Yadımdadır, mən bu məsələ bir neçə dəfə danışmışam, bu bir məsələni ki, bir Fars ailəsi qaçıb Türkiyəyə, bu həqiqətdir. 3 il orada qalıbdı uşağı ailəsi. Bu 3 ildə uşağını bu məktəbə göndərməyib, mədrəsəyə göndərməyib. Bizim dostlardan biri soruşubdur ki, filan kəs, bəs niyə göndərmirsən uşağı məktəbə? Deyib ki, istəmirəm, gedə türkçə öyrənəm. Gedə məktəbdə türkçə öyrənəm. Yəni, bu insan türkə qarşı nifrəti o qədər çox olubdur ki, razı olub öz uşağı 3 il dərs oxumasın, 3 il dalı qalsın, bu uşaq türkü öyrənməsin. Bu ona razı olub. Bu, yəni nifrəti o qədər görsədir ki, nifrət bunun gözünü o qədər kör eləyibdir ki, özünün xeyrini yaddan çıxardıb. Halbuki, onun türkçə öyrənməsinin Türkiyəyə hər hansı bir xeyri yoxdur. Qazancı yoxdur uşağın türkçə öyrənib. Uşaq 3 il eğitimsiz qaldı da, yəni. Uşaq geri qalıbdır. Bilsin. İndi İran, eyni bu məsələni biz İranın da üstünə gətirə bilərik. İran fəqət buna görə ki, bu danışıqlardan bəlkə Amerikada bir şey qazanar. Yaxşı budur ki, bu danışıqlardan nəticə almayım. Bu axmaqlıqdan sonra bir şey deyil. Orada əgər müzakirələr nəticə versə, ən çox qazanan İrandır əslində. Çünki mühasirə iqtisadi olan İranda, Amerika deyil ki. Məmləkətin ekonomisi çökən məmləkət İrandır, Amerika deyil. Böhran içində yaşayan İrandır, Amerika deyil. İran çox olsa deyər ki, yaxşı, biz da müzakirə eləmirik, istəyir atom bombu düzəldir. Onu vuracaqlar, çırpacaqlar, qoymayacaqlar İran düzəlsin. Bir var bunu xoşluqla verə bir şey də qazana, bir var təhrimlər də çox ola, bəlkə necə deyərlər bu, silahlı qüvvələrlə də hücum ola, İran hər şeyi də əlindən verə, heç nə də qazana. Hökumət də hatta gedə bilər. Hər nə də. At da gedə, atalar deyib, at da gedə bilər, mux da gedə bilər. İp də gedə bilər. Odur ki, bunlar məncə o qədər başa düşürlər ki, müzakirə düzgün yoldur. Yoxsa müzakirəni ilə indidən kəsərdilər. O ki, ona görə də bunun təxtirəvançının bu sözü də daxili məsrəf üçün bir şeydir. Bir də Qərbdən mümkünsə biraz puan alsınlar. Desinlər ki, biraz daha bizi çox sıxışdırmayın. Qərbin də onları sıxışdırmaq niyyəti yoxdur. Qərb deyir ki, çox sadə və pust kəndə beqoğlu farsı biraz da büyüneş basavad olmamışdıq. Qoy bir dəfə də bir ləhsə də olsa basavad olaq, savadlı görünək, pust kəndi ləhcəmdə düz olsun. Desinlər, çox yaxşı farsça bilir. Qərbin nəzəri budur ki, açıq desək. Qərb deyir ki,
atom bombundan əl çək. Ayrı bir söz istəmir. Deyir, atom bombu düzəltmə. İran deyir, düzəltmirəm. Qərb deyir ki, sübut elə. İran deyir ki, söz verirəm. Qərb deyir ki, sözü inanmıram. Dəfələrcə söz veribsən, ayrı iş görübsən. Qərb deyir, İran deyir ki, imza atıram. Deyir, imzava da qulaq asmıram. Nə eləyək? Deyir ki, bu işləri görməlisən ki, biz bilək ki, atom bombu düzəltməyəcəksən. Atom bombu düzəltmək üçün lazım olan işlərdən əl çəkəcəksən. Çox sadə bir burada formul vardır. İran da ondan əl çəkmək istəmir. Deyir ki, bizim haqqı enerji həstəyimiz var. Qərb deyir ki, enerji həstəyin olsun. Birində mən düzəldim verim sənə istəyirsən. Bizim enerji həstəyindən ixtilafımız yoxdur. Hətta biz Rusiyanın 5 qata ucuzunu da biz düzəldərik, verərik sənə. Problem deyil. Amma yüzlər kilogram 20% qəlizlənmiş uranyum sənə nə lazımdır? Qərb deyir ki, sən Rusiya ilə müqavilə bağlayıbsan, 10 il Rusiya sənin yanacağı bu, soxduğu verəcək. Sən bir yandan bir tərəfdən müqavilə bağlayıbsan, alacaqsan, bir yandan sən özüm düzəldirəm. Sən oradan alıb, bu yandan özün düzəldirsənsə, burada ayrı bir hədəf var. Əgər bombu düzəltmirsənsə, bombu düzəltmək üçün olan ləvazıma sənə nə lazımdır? Məxsus alüminium lülələr ki, bomb düzəltmək üçün istifadə olar, onu niyə axtarırsan? Kolahəkin dizaynı sənə nə lazımdır? Atom bombunu daşıya bilən muşəkləri niyə düzəldirsən? Əgər mən bir dəfə də bu misalı demişdim, yenə deyirəm. Adam deyir ki, mən maşın almayacam. Benzinzat da ehtiyacım lazım deyil mənə. Amma bir tərəfdən təkər axtarır. Bir tərəfdən benzin axtarır. Bir tərəfdən maşın sürməyi öyrənir. Bu tərəfdə gəlib deyirsən, sən deyirsən, axı maşın almayayım, maşın mənə lazım deyil. Sən benzinli insən, təkərli insən, maşın sürməyini öyrənirsən. Hər maşın lazım deyil. Deməli, sənə maşın lazımdır, alacaqsan, indi belə deyirsən. Eyni budur, yəni. İran deyir, atom bombu lazım deyil, Xameneyi güya deyib ki, haramdır, amma atom bombu lazım deyilsə, atom kolahəklərini niyə düzəldirsiniz? Ona görə məsələ budur, yəni, ki, bu danışıqlarda əsli söhbət gəlib axırda ona çatır. İran atom bombundan əl çəkirsən ya yox. İran əl çəksə, hər şey həll olacaq. İran əl çəkməsə, heç bir şey həll olunmayacaq, daha da pis olacaq. Aydın, təşəkkür edirəm. Zamanımız məhdudlaşır, amma mən istərdim, əgər mümkün olsa, bu Xameneyi haqqında da biraz söhbət eləyək. Onun hər yerdə, hər halda onun bir xəstəliyi ilə bağlı. Bugün yenə də Şanghaydan qayıdandan sonra Ruhani onunla bir görüşdü orada və bir daha möhür təsdiq vurdu ki, mən sənin yolu davam edirəm. Sonra şairlərlə görüşdü, bəzi şeirlər, zatlar danışdı filan. Nələr baş verir? Yəni bu Xameneyinin xəstəliyi, Əhmədnəcad gəldi görüşünə. Bəziləri ilə yəni çox isti, bəzilərindən soyuq münasibətlər burada üzə çıxdı. Yəni zahirdə də olmuş olsa, ən azından bunlar göründü. Eyni zamanda illərdir, yəni ilk dəfədir Xameneyi xəstədir. Və niyə bu il onu göstərdilər? Və yenə də davam edir, xəstəxanada da göstərirlər. İranda, Cavad bəy, rejimin içində bir böhran var. O böhranda Qərblə müzakirə olunsun və ya olunmasın böhranıdır. Biri. Neçə böhran var, maşallah bu rejim. Əgər bir zaman tarixdə desələr, böhran nədir? Yəni, siyasi cəhətdən bunun mənası nə ola bilər? Gərək qabağına yazırsan, böhran müsavidir, Cumhuri, İslamiyə, İran. Onları bir-birindən ayırmaq olmur. Biri o birisinə bərabərdir. Bunlar elə bacı-qardaş kimi, ər-arvad kimi, nə bilim, necə baxırsan da, bunlar göbəkləri bir-birinə bağlanıb. Odur ki, böhran deyəndə Cumhur İslamidə elə bir böhran deyil, maşallah neçə böhranla danışmaq olar. Amma indi İranda böhranların biri də rejimin içində olan böhrandır.
Qərblə müzakirə böhranıdır. Biri də qəbul istəyir olsun, biri də istəmir olsun. Bu istəməyənlərin sayı az da olsa səsi güclüdür. Sulgəralardır, Sipahi Pasdarandır, Əhmədinecad dəstəsidir. Beyti rəhbəridə olan bir qrup böyük, elə bu tərəfdədir. Xameneyidə cərcənəm qalıb. Cərcənəm bilirsiniz də nədir? O belə eləyir ki, qıçı ayrılıb, cərcənək qalıb, bəli. Yeriyə də bilmir, ağrıyır, otura da bilmir, dura da bilmir. Xameneyi də o cür bir vəziyyətdə qalıb. Gəh ruhaninin yanındadır, gəh o birisinin yanındadır. Belə istəyir eləsin ki, mən elə qərbə inanmıram, amma müzakirələr olsun. O biri tərəfdən bu yolunu elə qoydu ki, gələcəkdə bu müzakirələr nəticə verməsə, deməsinlər Xameneyi dedi müzakirələr olsun, amma cavab müsbət olmadı. Onda desinlər ki, Xameneyi demişdi ki, bu iş olmayacaq. Əgər müsbət də nəticə verilsə, o zaman desinlər ki, rəhbər təyid eləməsəydi bu iş olmayacaqdı. Yəni bu özünü indidən sigortalayıb, biymələyibdir siyasi cəhətdən. Amma Xameneyinin bu deməli bu məriz olması, bu prostatının qaşınması, onu qaşıyıb götürüblər bilirsiniz. Kəsməyiblər, güya qaşıyıb götürüblər. Bu bir fürsət idi ki, bu böhranı biraz azaltsınlar. Ki, rəhbər mərizdir, hər şey qoyun kənara, hamımız durun gedək ağanın qulluğuna. Bu bir fürsətdir ki, onu mümkün qədər istifadə edir rejim. İkincisi, müqəddəsləşdirmə məsələsi var. Bilirsiniz, Xameneyi yavaş-yavaş o otoritisini əldən verirdi və verir. Xameneyiyə ən böyük zərbə Əhmədinecaddan gəldi. Əhmədinecadı rəsmi surətdə namaz cümədə gəldi, dəstəklədi və Əhmədinecadın zirzibilləri çıxır indi. 8 il məmləkəti viran qoydu Əhmədinecad. Deməsələr də bir çoxu bilir ki, rejimin içində dillərinə gətirməsələr də deyirlər ki, rəhbəriyyətin günahıdır bu iş. Rəhbər istəməsəydi, o cür gəlib möhkəm Əhmədinecadın dalında, arxasında durmasaydı, bu iş olmayacaqdı. O biri tərəfdən, çün rəhbər deyib ki, Əhmədinecad yaxşıdır, Musəvi pisdir. İndi Musəvigili də qanunsuzcasına neçə ildir zindanda saxlayıblar. Halbuki, gərək mütəhəri demişkən, bunlar mühakimə olur. Əgər məhkum olublarsa, verin zindana. Məhkum olunbilirsə, azad eləyin. Adamı 5 il zindanda saxlamaq olmaz, günahsız. Bilirsiniz, Kərrubini, Musəvini, bir çoxlarını. Ona görə o da bir böhrandır ki, bir növ yolunu tapa bilmirlər. Müqəddəsləşdirmək fürsəti düşübdür. Hamı gedir, əlindən öpür, üzündən öpür, qulağından öpür Əhmədinecad kimi. Bunu əzizləndirirlər ki, ağa gəldik qulluğa, darıxma, belədir. Ki, Xameneyi biraz da bu böhrandan, bu mərizçilikdən müsbət bir şey alsın. Halbuki Xameneyinin ömrü gedir. Bu prostat xəstəliyi də elə bir məsələdir ki, əgər də onu tez-tez qaşısalar, götürsələr, zaman keçdikcə o prostat yenə də qayıdır və nəhayət öz işini görəcək və Xameneyini öldürəcək. İndi bunlar onun ömrünü uzatmaq istəyirlər. Və istəyirlər ki, bu fürsətdən istifadə edib ona canişin də tapalar. Arada sırada söhbət də vardı ki, bunun yerinə kim gələcək. Onun üçün məncə müqəddəsləşdirmə və daxili böhranı biraz azaltmaq üçün bu xəstəliyi elan etdilər və tez-tez yanına gedirlər, gündə onun haqqında yazırlar, rəhbərin vəziyyəti belədir, elədir. Ondan zindan derim, bağışlayın, bimaristana, xəstəxanaya getmədən əvvəl Xameneyi özü müsahibə elədi. Bir tərəfdən istəyir, deyək ki, bəli, mən məriz də olsam, keyfim yaxşıdır, yerindədir, hər şey normaldır, heç bir problem yoxdur, müşkül yoxdur. O bir tərəfdən də rəhm qazanır özünə ki, millət mənə dua eləyin. Gələnlərə deyir ki, dua eləsəz yaxşıdır, yəni dua eləyin, Allah mənə rəhm eləsin. Bir tərəfdən də o özünə bir məzlum, nə bilim, zəif kimi yox, amma duaya ehtiyacı olan kimi, adam kimi özünü təqdim edir Xameneyi. Bu arada məncə o görüşlərin mən videosuna baxırdım. Ən gülməli görüşlərdən biri də
Əhmədinəcadın görüşüdür ki, Xamenei o biriləri ilə görüşəndə gülür, danışır, xoş gəldin deyir, yaxşı oldu, zəhmət çəkdiniz, niyə gəldiniz, zəhmət çəkməyədiniz deyir. Rəfsəncaniyə, ona, buna. Amma Əhmədinəcad gələndə Xameneinin bütün varinədarı elə bil əlindən alınıbdır, qəm içindədir. Sadəcə elə demirdi, ancaq baxışı ilə Əhmədinəcad deyir ki, niyə qələt edib gəlibsən bura? Bəlkə o video hazır olsa bilmirəm, bir baxaq ona. Bəli, baxaq. شما خوب باشید و خوبه خوبی نبودم من بزنم چطور راضی نبودم واقعا راضی آخه این چیزی نیست که ما عشقمون رو بیار بکنم خودشون الان که با خیال راحت میرم خیلی خوبه سلام علیکم سلام علیکم خیر انشاءالله الحمدلله انشاءالله الحمدلله رب العالمین خیلی خوب بوده هر چی هر خیره Bəli, mən istərdim ki, Cavad bəy, mümkün olsa Həqiqətən də üz döndərir. Bəli, üzünü döndərdi. Amma o qismətini eləyə bilsə bir 3-4 dəfə göstərəcək. Əvvəla Xameneinin görüşünə həm də Ruhani getmişdi. Ruhani əvvəl getdi ki, üçün səfərə gedəcəkdi Şankhaya. Gedib onunla görüşüb, deyib ki, mən səfərə getmək istəyirdim, amma eşitdim xəstəliyi, gəldim, filan. Heç getmək də əslində istəmirəm sizi belə görüb. Bu tarifatdır. O da deyib, yox, xahiş elə, mənim keyfim yaxşıdır, sən get işində ol. Ruhani də çıxdı, dedi ki, mən əslində getmək istəmirdim, amma üçün rəhbər dedi, da get, mən də gedirəm. Yəni, bir noyu minnət. Həmin minnət, həm də ki, rəhbər məni dəstəkləyir, işlərimi dəstəkləyir, hətta məriz də olan dedi, get işində ol. Sonra bunlar getdilər. Bu, əlbəttə, əvvəl o biri Qarabaş ki, Xameneinin yanındaydı, o müştəhiddir, nədir, bilmirəm, adı kim idi. Amma o Qarabaş, o qara əmmaməsi olan Valaylılardandır o. Bəli, Seyyid. Seyyid demək olmaz, amma başı qara idi hər halda. Sonra onu tanımadım. Hər halda böyük başlardan biridir. Bəlkə Aslanı Quds Rəzəbinin ki idi, bilmirəm kim idisə, hər halda Xameneiyə yaxın o pullu adamlardan biri idi. Hatta yiyənlərdən də kim olacaq? Bəli, pullulardan biri idi. Sonra vəzirlər, vəkillər gediblər. Rəfsəncaninin getməsi, onun Rəfsəncani ilə danışığı maraqlı idi. Rəfsəncani ilə görüşəndə deyir ki, salamun aleykum, gülür, keyfi yerindədir, xoş gəlibsən, zəhmət çəkibsən, razı olmazdın. O deyir ki, niyə razı olmasam, mənim eşqimdir gəlib səndən görüşmək falan. İndi gedib daha rahat yatacam, keyfin yaxşı, rahat gedəcəm evimə, keyfin yaxşı olduğunu gördüm filan. Rəfsəncaninin xoşbeşləri çox belə Rəfsəncani bir zaman bunun yerini tuta bilərdi. Onun üçün amma eyni zamanda həm də oğlun həbs elətdirib, qızın həbs elətdirib. Yəni bunlar amma Rəfsəncani ilə görüşü normaldır. Sonra o biriləri vardı, o pişik səsi çıxardan kim idi? Cənnəti. Cənnəti, hə, bağışlayın. Mən onun təhqir üçün deyim, amma səsi də oradan pişik səsinə bənzəyirlər. Salamun aleykum, bitər deyirdi. O idi, Sadıq idi. Sonra bu arada bu videoda bir şey də mən başa düşdüm, zarafat üçün deyirəm, amma bəlkə də düzdür. Elə bil deyirdilər ki, Əli Larcanı qeydi, düz imiş elə bil. Çünki o onun dodağından öpdü. Mən birinci dəfə gördüm ki, bir saqqaldı o, saqqaldı. Saqqaldan öpdü. Amma bu dodağından öpdü. Mənə elə gəldi. Hər halda bəlkə bir sirri də olsa bugün biraz, o gün onun biraz üstü açıldı. Amma Əhmədinəcadınki çox gülməlidir. Çünki onların hamısında Xameneinin bir gülər üzü var.
Əhmədinəcadda görürsən əsla gülmür, başını çöndərir oyuna, Əhmədinəcad istəyirdi onu öpə. Əhmədinəcad da gördü da fürsət vermir, getdi onun qulağından öpdü, qulağının qabağından əlbəttə. Amma əgər diqqət eləsən, Xameneyinin bu sifətinin o mimikası, yəni o göstərişi budur ki, bura nə üçün gəlibsən? Məni zibilə saldın bu qədər. Başını tutur bu tərəfə. Bəli, heç gülmür, narahatdır, səsini çıxartmır. Və yetər məncə bu qulaq öpmə mərasimi. Diqqət etsəz, Əhmədinəcad da hərə öz quruhu ilə gedir də. Məsələn, yenə deyim, bu pişiyin adı nə idi? Cənnət. Cənnəti ilə Laricani bir gedib, məsələn. Nə bilim, Sadıq. O biriləri bir quruh gediblər. Əhmədinəcad da Fərmanda Hisbahla gedibdir. Diqqət eləsəz. Sipah və Əhmədinəcad da bir quruhdur. Hərə öz quruhu ilə gedir də. Sonra, məsələn, Ayətullahlar bir quruh ayrı-ayrı gəldi. O ki, onlara bəradaranı qaçaqçı deyirdi. Bəli, elə özü də onlardan bəllidir ki, bu söz imiş, tamamısı. Amma niyə Xameneyi bu qədər narahatdır bu məsələdən, Əhmədinəcadın ora gəlməsindən? Ona görə ki, Xameneyi arzusu budur ki, keşkə, Xameneyi deyir ki, keşkə mən Əhmədinəcadı dəstəkləməyeydim. Xameneyi bir növ fəqət qalıb deyək ki, mən qələt eləyibdir bu Əhmədinəcadı dəstəkləməkdə. Bir qədər o sözü deməyib ancaq. Nə qədər üst bastır eləyir, dövlətə deyir ki, keçmiş dövlətlərin haqqında danışmayın, onları ifşa eləməyin, filan, olmur. Çünki o qədər zirzibil vardı ki, üstünü örtə bilmirlər. Və bir növ Xameneyinin arzusu budur ki, indi ki da bu zibil oldu, bir təhər olsun ki, bu Əhmədinəcad yaddan çıxsın. Bilirsiniz, o yaddan çıxsın da ayrı söhbətlər olsun. Çünki Əhmədinəcad çox batırdı. Yəni Xameneyi ilə Əhmədinəcad birlikdə. Əhmədinəcad da gəlib bu kameranın qabağında o cür gəlib görünməsi, Xameneyi narahatdır bu işdən ki, yenə də gəldin, keçmiş yaraları yenə də diriltdin, üstünə duz döydün. Madam ki, belədir, indi ki, gəlibsən deyir, mən istəyirəm millətə deyəm ki, mən səndən razı deyiləm. Ən azı onu istəyir deyək ki, bəli, keçmişdə buna dəstək versəm də peşmanam, millət bağışlayın, amma hər halda bu niyə gəlib? Onu yəni demək istəsə, gəlsin, çıxsın, desin də açıq, desin ki... Deyə bilmir axı, müqəddəsləşdiriblər, bu iştibah eləyə bilməz. Buna bu Peyğəmbəri vurub kənara. Peyğəmbərin adı gələndə bir dəfə salavat çörürlər. Xameneyi, Xümeyni gələndə 3 dəfə çörürlər. Nə danışsan? Bu, yavaş-yavaş o şeytanın məktubu yenə yadıma düşür ki, bu istəyir deyək ki, Allah mənim nümayəndəmdir. Bu nətər gəlib desin ki, mən iştibah eləmişəm? Deyə bilmir onu. Bilirsiniz? Ona görə də narahatdır, bilmir neynəsin, məqdəyi bir məsələdir və bunu Beyti rəhbəri qoymuşdu bu videonu. Sonra videonu Beyti rəhbərinin saytından bu qismətini götürüblər. İndi gedib millət baxsa o videolar bölümünə Əhmədinəcadı kəsiblər. Halbuki bunu əvvəl özləri yaydı. Sonra gördülər ki, yox, bu daha da pis oldu. Ayrı yerlərdə də, məsələn, Washington Post bunun haqqında bir məqalə yazmışdı ki, bu nə biçim görüşməkdir, bu nə biabırçılıqdır. Nə qədər təhqir olunur həm prezident, həm də rəhbər özü ki, belə görüşmək olmaz. Amma hər halda oldu. Eşidilən budur ki, Xameneyi Əhmədinəcadın ora gəlməsindən razı deyilmiş. Və bunu bir növ qeyri-müstəqim demişmiş. Xameneyinin oğlu Müştəba Əhmədinəcadın ora getməsini elə tənzimləyib ki, Xameneyi bilmədən olub bu iş. Güya. Əhmədinəcad gedib onu, Xameneyi bunu görəndə narahat olubdu və onu da videonu da sayta qoyan da yenə Müştəba qrupu olubdur. Sonra Xameneyinin özünün xəbəri olanda deyib ki, o videonu götürün oradan. Bu videonu biz Beyti rəhbərdən götürmüşdük. Amma o gün, sırağa gün mən baxdım, gördüm ki, o qismətini kəsiblər. Siliblər. Bəli. Bəli, çox təşəkkür. Belə əzizən vətənlər, telefonlarımız ekranlarda görürsünüz. Növbə indi sizindir. Biz təxminən 2 saat, yarım, 3 saata yaxın söhbət elədik. Sizdən eşidək. Mövzular bəlli idi. Yəni, verilişimizin əvvəlində də bir neçə mövzulara toxunduq. O cümlədən, yəni, mollanın da o 2 gəncin nikahını necə yəni, korlayır
bunlara bahis olur. Bu özü də elə bizim cəmiyyətimizdə 14 milyon təlaq bir ölkədə, məmləkətdə Vizarət Dadüstləri elan edib. Yəni bu inanılmaz bir rəqəmdir. 14 milyon, yəni boşanma həm bitmiş, həm pərvəndənin yəni cərəyanda olması. Bunlar və bugünkü biraz bundan qabaq danışdığımız Daişin məsələsi neçə mövzudur? Eləyə bilərsiniz, münasibət bildirəsiniz. Cavad bəy, mümkün olsa mənim molla məsələsində ki, bu gəldi, danışdı, deyir ki, deyirlər mənə bizə bir müşavirə eləyin, onu deyirsiniz. Bəli, onu bəli. Bu tamaşaçılarımızdan mən xahiş edirəm. Şeytan kəlməsi ki var, şeytan. Belə bir şey yoxdur ha, əlbəttə. Şeytan deyə bir şey yoxdur. Hər nə ki pisdir, onu bir şeyə bağlayırlar, adını da qoyurlar şeytan. Amma biz fərz edirik ki, məsələn, belə bir şey vardır. Bu şeytanın əməllərini bir yazsınlar kağızın üstündə. Şeytan nə ilə məşğul olur? Ara qarışdırmaq, ailə dağıtmaq, savaş salmaq. Budur da şeytan. Yəni, xeyir iş şeytana yox, şər iş, ziyan iş şeytana bağlıdır. Yalan, iftira falan. İndi bu mollanın o işini ki, toy günü və toy mərasimində adamlar qərar veriblər, bir-birindən evlənənlər, xeyir bir iş, ailə qurulsun, şeytan gəlir onu dağıdır. O şeytanın adı bu molladır. Mən istəyirəm görəm ki, ruhani paltar. Bəli, bu mollanın işi ilə şeytanın işində fərq varsa, biz onu bilək. Bəlkə mən iştibah edirəm. Niyə bunları bir-birindən ayırıb? Çünki bu əmisi ilə əl verib görüşürmüş. Vallahi mən əmi qızlarımla, dayı qızlarımla hamısını əl verib görüşürüm. Siz də həmçinin. Bu hamı. Salam aleyküm, xoş gördük, xoş gəlibsiz. O da deyər, xoş gəldin əmi və ya əmi oğlu. Qutardı, getdi. Bir ailənin xoşbəxtliyini elə eləyəsən ki, onun qohumu gələndə əl verib görüşməsi ola bilər deyə o dağılsın indidən. Bunun işini, əgər şeytan varsa, mən deyərdim, bu şeytan budur. Bilmirəm. Əgər varsa deyirəm. Mənə elə gəlir ki, yer üzündə şeytan dindən istifadə edib milləti bədbəxt eləyənlərdir. Əgər şeytan varsa, bu mollaların %99'u şeytandılar. Əgər varsa deyirəm, olardılar. Bəlkə də bizdə bir zat var, deyir, adı, baxıb özünə adını qoyub özgüyə. Baxıb gözü adını qoyub. Bəlkə də mollalar bilirlər ki, şeytan özü molladır. Ona görə şeytanı ayrı cür göstərirlər. Bəlkə mollalar bilirmişlər ki, elə şeytan yəni molla. Sadəcə özlərini qutarmaq üçün ayrıblar şeytanla. Ola bilər ki, o da olsun. Yəni, ən azından qeyri-insani və qeyri-əxlaqi bir işdir. Ruhani olmasın, molla olmasın. Sadəcə bu da həm də mən bayaq izah elədim, bu dövlət televizyonundan təbliğ olunur. Məsələ burasındadır. Yəni, bir ruhani paltarında gəlib oturasan, dövlətin bir televizyonda və fəxrlə deyəsən ki, mən bir ailəni dağıtdım. Məhrəm-naməhrəm məsələsinə görə mən bir dənə ailə, iki gənci, yəni... Həm də məhrəm-naməhrəm kimlə? Öz əmsi ilə, nə bilim, əmi ilə, dayı ilə, qohumla, yəni famillə. Bu qohum yox, mən famillə qohumu hərdən qarışdırıram. Mənzurum burada famildir, yəni öz familidir. Yəni, əgər bu dünyada xanımlar qərar olaraq bir dənə kişi ilə əl verib görüşməyələr, mən tövsiyə elərdim ki, mollalarla görüşməsinlər. Doğrudur. Çünki pis niyyət olan da molladır. Bilirsiniz, pis niyyəti var onların. Əl verib görüşsələr pis niyyəti vardı. Xatəmi özü öpüşür, görüşür qızlarla. İnanın onun da pis niyyəti var. Həm siyasi cəhətdən istəyirdi özünüz at görsün. Amma bilirsiniz, siz indi neçə ildə Amerikada yaşayırsınız? 10 il. Bu 10 ildə ən azı bir 1000 nəfər ayrı, 100 nəfər, 50 nəfər, 10 nəfər Amerikalı xanımla əl verib görüşübsən. Məcburiyyət qarşısında salam deyir, xoş gördük sizə. Ayrı bir niyyət olub bu işdə. Ola bilməz. Əslən, adamın ağlına gəlmir. Bunların bütün fikri, zikri seksidir. Fikir odur da, bəli. Ayrı şeyə fikirləşmirlər.
Mən əmi qızımla Özləri- görüşəndə mənim heç ağlıma gəlməz ki, bu məhrəmdir ya naməhrəmdir mənə. Düz. Amma bunların fikri zikri odur. Ona görə şeytan bunların özləridir. Buyurun, Cavad Əməd bəy. bəy, sağ olun, telefonlarımızı alaq. İki telefon, bir neçə telefonlar kəsildi. Növbə ilə Təbriz Urmiya. Təbriz buyurun, alo. Alo. Buyurun, bəli, xoş gördük. Alo, hər vaxt xeyir olsun Hər Cavad vaxt bəy. xeyir olsun, buyurun. Xoş gördüm deyirəm Məhməd bəydə və Xoş gördük sizi də. bütün televizyon seyircilərinə və xüsusilə Azərbaycanlılara. Səsim vardı Cavad bəy. Var, bəli, buyurun, var, buyurun. Bəli, hər birin məsələsə məndən kimsə soruşsa şeytan kimdir? Deyərəm o kəs ki xalqın cibinə girir, o kəs ki əlinin haqqın, əlinin muzunu yemir, özgənin əlinin muzunu yemir. O kəs ki camiədə heç bir zat satmadan hər yanda yuxarı başda dolana bilir. O kəs ki heç zat təhvil vermir, amma hər şey eləyə bilir, onun cəb yaradıbdır. Daşqalağın yanında pul çıxardır özünə. 4 dənə daşqalağı bir-birinin yanına qoyub, xəlq orayı orada pul çıxarda bilir özünə. Oradan sizin də yanlığını dolandıra bilir. Şeytanın təfsiri yanı bu. Bir şey də demək istəyirəm. Bu əxlaq səviyyəsində ki, əmoğlu əl verməsin, əmi qızı əl verməsin, şeylər mümkündür, bəli, İslam qanununda ola bilən zatdadır. Amma sizdən xəbər alıram, yəni tamaşaçılardan xəbər alıram. Kimsə Quldur Rızanın dövrəsində, onun Quldur oğlunun dövrəsində bir dəfə də olsa belə ruznamədə, televizyonda eşitmişsiniz, o fasid dövlətdə bir yerdə bir əmoğlu, əmi qızı, bacı, qardaş, ata, oğlaq, bir təcavüz mövzusu kim eşitdi, indi gəlsin burada desin, mən yaddaşdırırəm. Mən eşitməmişdim, mən qəzət oxuyan birisiyəm, əxbara təvəccüh eləyən birisiyəm. Amma belə bir zor eşitməmişdim ki, bu adamlar, bu tipli insanlar gəlib mərdimin əxlaqı ilə, mərdimə əxlaq dərsi verəndən sonra belə bir zatlar məmləkətdə demək olar çox görsəniz. Özü bir növü dəvət olubdur millətdən ki, millətin əxlaqın fəsada çəkibdir. Ona görə də indi 14 milyon təlaq, 14 milyon boşanma, 14 milyonun deyərik yarısı hələ izdivac ittifaq düşməyibdir. Yəni eləməyibdilər, amma yarısı söyləyibdilər. Əgər yarısı söyləyibdilər, hərəsinin 2 dənə uşağı olsa belə, 2 nəfər uşağı olsa belə, yəni 14 milyon da uşaq avara qalacaq. 28 milyon bu millətin təlaqdan qalan uşaq nə olar? Boşanan ailədən qalan Və görən insanlar. Nə olar? Ayəndəsi nədir? Təəssüflə, indi bu şərait belədir ki, bu ağanın gəlib əxlaq dərsi vermənin nəticəsi indi bu 30 ildə olubdur bu. Bunun yerinə gərək əməl edib, qolu sürməyib bir iş görməlisən. Yoxsa nəticə verməzsə, görürsünüz nəticə, yaxşı nəticə verməyib, pis nəticə verib. Sağ olasın. Aydın, çox təşəkkür edirik. Çox sağ olun. Urmiyadan telefonumuzu alacaq Cavad bəy. Urmiyalı dostumuzla birlikdə soruşmaq istəyirəm ki, ailəni qurulduğu zaman dağıtmaq əxlaqlıqdır ya əxlaqsızlıqdır? Urmiyadan buyurun. Buyurun. Xoş gördük. Yorum yazdı Əhməd bəy, Cavad bəy. Xoş gördük sizi də. İstəyirəm o sualıca cavab verəm. İran Daişə qarşı Qərb Birliyinə daxil edilmədi. Məncə buna görə İranı Qərb Birliyinə daxil etməlidir. Çünki İran 35 ildir İslami teröristliyi dünyada təşkilatlandırır. İndi Sünni İslam teröristliyi olar ya Şia İslam teröristliyi. Əslində İran İslami teröristliyi dünyada genişləndirib. Orta Asiya, Afrika, Qafqazda, yəni bütün dünyada hər müsəlman Şia ya Sünni ki teröristi işlərə əl atır. Bütün bunların qaynağı tərtişməsi İran İslam Cumhuriyyətindən başlanır. İran 30 ildir atom müzakirə edənləri, yəni 5-1 timin və atom ajansının sərridir. Buna görə ta dünyada möhrələrin yerbəyer eləsin. Yəni terror qruplarının Orta Asiya, Asiyada, Afrikada ki, Avropada əslində qaçaqçılıqla məşğul idilər. Yəni bu qaçaqçı mafiya qrupların İran onların mali cəhətdən məsələləri neçə qat həll elədi, ta bunlar qaçaqla əlavə bilələrini çəkə siyasi, nizami və İslami teröristliğə. Siz baxın, Hindistan müsəlmanlarının böyükləri İrandan təğziyə olur, Pakistan müsəlmanlarının böyükləri və o quruh Zənghoydu, nə mənədir, onlar
sərkədələri İrandan təvziyə olur. Taliban, Əl-Qaidə, Türkiyənin Hizbullahı, PKK-lər, Suriyanın elə dövləti, indi orada yeni çıxan o qruplar hamısı İrandan təvziyə olurlar. Tam buna xatir ki, 35 ildir İran bu təcrübəni ələ gətirib ki, bu danışıqlardan həm Səriyə Qərbi, həm də eləyə bilər ətoma əli çata. Bəli. Bir də şeytan indi Əhməd bəy 35 ildir İranda hakimdir. Yəni indi şeytan qalıb bekar, mat qalıb. Yəni indi gedir gündə idarə kara ötürürlər eşiyə. Dilə yetib gedişi indi asıdır. Şeytanın işini əlindən alıblar mollalar deməli. Şimdi o bədbəxtin də işini əlindən alıblar bu kaftarlar. İndi ki elə görsədidir, vallahi dinə bənzərləmə nədir o cənnəti. Bəli. Angi yerə dəyər, hələ məqam da avsiyel. O savadsızlığından gəlib döyütürlərə təziyə verir, təziyələn əllərindən alır. Bunlar şeytanı Allah şahit qoyub dal ziblərini, ailələri dağıdıblar. O gündən bir dənə mühendis var, o xoş deyib ki, Amerika, İsrail istəməz həmlə eləyəz. Bunlar elə eləyib, elə təbiət ki, buzu quruyur da sumu tapılmır, elə özünü öyle ölmüşük biz. İndi gələrsə burada, yəni get-be-get su olacaq qızıl. Tərəf boynunun qızılını saçacaq bir livan su tapar. Şeytan bu işi görməz. Şeytan nə cüz olsa bir fürsət verir. Bunlar şeytanın əlim valıdır. Allah bunların evini yıxsın, bunların tıfağında olsun. Məndən bu qədər yaşayasın olur. Sağ olun, təşəkkürlər. O kəsilən telefonlar əgər mümkün olsa yenə də zəng eləsinlər. Olur bəzən hər halda. Bu Əhməd bəy, bu 14 milyon, yəni boşanma rəqəmi, bu məsələ böyük bir faciə dəqiqi. Yəni bu 14 min deyir. Milyondur. 14 milyondur. 1 milyon 400 də deyir heç. Yəni də o özü də çox böyük rəqəmdir. Bir məmləkətin 14 milyon, yəni özü rəsmi açıqlamadır. Səbəbinə baxmaq lazım. Cavad bəy, əlbəttə telefonu biz qəbul edəcəyik, amma baxın, təlaq vardı ki, boşanma vardı ki, həqiqətən boşanması lazımdır. Ər əbyuz, su istifadə edir, döyür, əziyyət edir və ya xanım qulaq asmır və ya nə bilim, ailə bir-birinin rast gəlmirlər. Və ya ki, evlənəndən sonra görüblər ki, iştibah ediblər, bunlar bir-birinə uyğun dəyilmişdir. Bu başa düşülür. Bir qisməti bulardır. Amma bu təlaqların, bu boşanmaların böyük əksəriyyətinin səbəbi məmləkətdəki iqtisadi durumdur, məmləkətdəki mollaların yaratdığı böhrandır. Məvad müxəddirin yayılmasıdır. Bəli, məmləkətdəki əxlaqsızlıqdır, ehtiyacatdır, ailələrin ehtiyacatdır. Qarşılaya bilmirlər, boşanırlar. Və bəziləri fikir ki, boşanma ilə məsələ həll olacaq. Məsələ boşanandan sonra görürlər ki, yenə də həll olmayıbdır. Ona görə bu boşanmaların böyük günahı mollaların boynundadır. Bunlar ki, ailədən dəm vururlar. Bunlar ki, əxlaqdan danışırlar. Əxlaqsızlığı da gətirən bunlardır. Əxlaqsızlığı yayan, dağıdan, yəni hər camiədə yayan da bunlardır, pəxş eləyən də bunlardır. Ailələrin dağılmasına səbəb olan da mollalardır. Yəni, mən istəmirəm o İranlılar deyəndə bu pan-İranistlərin bir teorisi var. Hər nə günah var, deyin İngilislərin günahıdır. O teori kimi qabağa gedək. Amma doğrudan da İranda olan müşküllərin böyük əksəriyyəti mollaların gətirdiyi müşküldür. Aynen. Buyurun Miyana'dan. Alo. Selam. Akşamınız xeyir. Hər vaxt buyurun. Bu dərmanıdır, bu şeytan mənim nəzərim istəfsiz elə bizim məmləkətimizdə şeytan neçə əlli vardı. Yəni, əlan o dərmanıdır, boşanmaq, təlaq söhbət edirdiniz 14 milyon nəfər. Bir dənə məmləkət, məsələn, 70 neçə milyon cəmiyyətindən 14 milyon təlağı vardı. Bir də, məsələn, deyirlər, cəmiyyət gələ olar 150 milyon, ondan görə nəfər təlağımız olacaq. Şeytan mənim nəzərim elə bunların özbəyidir ki, məsələn, təlağın rişəsi budur ki, beşartılıqdır, iş yoxdur, ehtiyatdır, məsələn. Bunlar hamısı görürsən, təlağın əvamilləridir ki, bahis olur ki, məsələn, boşanma əl verir, məsələn. Bunlara, məsələn, durub özləri bərtərəf eləsələr, bu cür məsələlər az olar. Məsələn,
şeytanın işi mesela budur ki Arabılar mesela dəvət elər adamı pis işlərə, məsələn, yıxar, ayrılıq sarar. Bunlar elə özləri bu ayrılığıyla xanivadənin içindən, o xanivadənin içindən başlayır. Qonşunu qonşunun canına salırlar, qonşunu qonşuya qarşı casus eləyirlər, qardaşı qardaşa qarşı casus eləyir. Şeytan budur da. Buyurun, bəli. Gələn o cürdür. Daesh mordunda bir dənə istedim deyəm, bu elan elə bunlar özləri məntəqədə bu paydaş fikri yaradırlar, bir növ özlərinə, şiə pərvər edirlər. Məsələn, bir gün təx qaldılar, köməyə ehtiyac oldu. Bu nirular bunlara köməkliklərinə gələr. Bir gün yəni bunlara himayət edir. Yəni təx qalmayarlar. Çox da sərmayə quzarlıq edirlər bu mühalitdə. Doğrudur. Gələcəyə də fikirləşirik. Aydındır. Çox təşəkkür edirik. Sağ olun. Buyurun Miyanadan. Alo. Alo, selam. Əleyhissalam. Cavaz müəllim yorulmuyor. Təşəkkür ederim. Sağ olasın. Buyurun. Əhməd Bəy'ə də salam ərz edirəm. Öpürəm siz uzaqdan. Çox sağ olun. Bir də günə novasyonlarda bir dənə uyum yerə bərnamə gözlədik əxbarları. Maşınlar gəlib kulləni o tuz vaxtıdırlar. Allah şahidi, baxdım yəni bu adamın ürəyə dərd eyilir. Allah şahidi, adam o tutur yanır. Bizim bu gözəlliyə dəryatəmiz günə qalır. Bir də Cavad müəllim bu təlaqlardan görür, bu məmləkətdə o tutub yanır. Çox sadə fəqət iqtisad üçündür. Fəqət xanımın rifahı, asayişi fərahim olmasa xanım başını nə sarı qılmalıdır? Ya ağa, bir də ayrılırlar, deyir ağa, sən öz zorluğu et, mən öz zorluğu. Bir də Əhməd Cavad müəllim, xahiş edirdim, bu zadından batına baxanmadım, rahənlə işləyirdim, rahənlə traktörün. Bu bərnamədən sonra onu təşkilətsiz çox məmnun olurlar. Sağ olun, çox təşəkkür edirik. Siz eləyə bilərsiniz, verilişin təkrarında ən az o qollara baxasınız. Biz yaymışıq. Yəni, veriliş təkrar olanda oradan qollara baxa bilərsiniz. Oyunu bütöv yaymaq üçün bizim proqramlar öncədən yəni tənzimlər, ona görə imkansız. Buyurun, Almaniyadan, alo. Alo, salam, hər vaxt. Salam, xoş görürük sizi. Təşəkkür. Xoş gördük sizi. Salamlayıram Əhməd bəy də, yorulmayın. Çox sağ olun, gözəl verilişdən ötürü. Amma mən birincisi bu Xatəminin demək səfəri ilə ilgili Tacikistanda deyir ki, Ruhaninin. Tamam, deyir ki, tamam, Ruhaninin, tamamı deyir o ölkələri ki, fars dilində danışırlar və hansı ölkədə olur olsun, dünya harasında olur olsun, fars dilli xalqlar İran vətəndaşıdır, iftixarı İran vətəndaşıdır. Amma bunlarda utanmazlıq o qədərdir ki, insan bilmirəm nə desin, bunlar nə qədər yalan danışır. Əhməd Necad yalan danışanda, o ki, daha işte o Cumhur İslamın əsli rişətidir, o sıfatıdır, cənnətidir, Misbah Yəzdi danışır elə. Amma bu adam, belə Allah insanları, bu adam özü danışanda adam bilmirəm nə desin. Əfqanlılar yazıqlar, neçə ildir İranda zəhmət çəkdilər. Onların hətta bir xanım İranlı ki, Əfqanlı ilə izdivac eləsə, onun uşağını şunatnamə verməyiblər indiyəcək. Yəni onu rəsmiyyətə tanımaya. Bunlar Əfqanlıları neçə il işləyib adam yerinə qoymayıblar, nə bunlara oturum veriblər, nə bunlara pasport veriblər. Avara gör istədikləri vaxtıda döyürlər, öldürürlər, atırlar gölə. Heç bir insanı haqqı ki, dünyada rəsmiyyətə tanınıb, bunlar onu rəsmiyyətə tanımayıb. Bir yandan da gedir Tacikistanda rəis cumhur olaraq belənçi üstsüz, fatsız yalan deyir. Yəni, bu İran millətin nə günə qoyub ki, yəni ki, güya ki, İran bir ölkədir ki, bədava, dünyanın adamları gedir, orada vətəndaş olur. Xalq özü televizyona zəng eləyəndən bəllidir ki, nə vəziyyətdədir. Bir də, yəni bunlar necə sıfatsız adamlardırlar. O molla, görürsünüz izdivaç haqqında nələri danışır, amma təəssüflə bizim xalqımız budur da. Yəni adam ali təhsillidir deyir. Amma mollanı gördək, molla onu
Fuzxənd ilə, yəni farsda demiş ki, rişxənd, yəni dəli yerinə qoyub axmaq kimi xalqı sərmə. Deyir, gör bu millət nerədir? Axmaqdır ki, həmişə bizi görəndə deyir, bizə bu millət müraciə eləyirlər ki, bizdən məsləhət almaq üçün. Və bizdə nə qədər axmaq deyir millət olarsa, bizi belə rahatdır. Da adam ali təhsilli adamdır. Mollanın yanına izdivac eləmək üçün şəxsi öz həyatın molladan soruşur ki, mən necə yaşayacağım? Və o da axmaq yerinə qoyub televizyonda gülür, məsxər eləyir. 35 ildir başına gələn bəladan sonra hələ ali təhsillidə adam anlamayıb ki, başına gələn müsibət bu ölkənin diktatorluğu kimləndir? Oldu, yaşayın, təşəkkür edirəm. Çox təşəkkür edirəm, çox sağ olasınız. Xoydan olan telefon kəsildi. Qaradağdan buyurun, alo. Alo, selam Əhməd, bərbər cavabdır. Salam, xoş gördük. Xoş gördük. Mən sizin bərnamədən çox xoşum gəlir. Mən həmmə şey atamla birlikdə sizin bərnaməzə qulaq asıram. Çox gözəl bərnaməzə və sözlərinizdən istifadə edirik. Yaşasın Azərbaycan, yaşasın Əhməd bərbər cavabdır. Çox sağ olun. Təşəkkür edirik, çox sağ olasınız Qaradağ balası, sağ olun. Xoy dedim, kəsildi, bəli, təəssüflə. Türkiyədən buyurun, alo. Alo. Buyurun, bəli, buyurun. Milli televizyonumuzdan Fars faşist rejimine ve Molla rejimine bir sözlerim vardı, onu diyecektim. 35 ildir iktidara gelenden ne işlediler? Silahınız kaçakçı, mollalarınız yalancı, tarihiniz talanlı, harici siyasetiniz savaşlı, iç siyasetiniz küsülü, kültürünüz təbizli, din yolunuz israfi, bancılarınız ihtilaslı, qəlbiniz Çineli, müddətləriniz komada, hükümetiniz ırkçılık, sifətiniz terörist, devletiniz rüşvetçi, iktidarınız yaralı, tereziniz de bir tərəfli, ədalətiniz de yerin dibine bassın. Bir de utanmadan, xədəlet çəkmədən Əhməd bəyə, Cavad bəyə iftira atırlar. Ləkələyirlər, milli hərəkətinize engel oluyorlar. Siz mollalar Əhməd bəyə, Cavad bəyə dırnağı belə olamazsınız. Bu qədər yaşayın. Sağ olun, lütfünüzdən təşəkkür edirik. Çox sağ olasınız. Əhməd bəy, bizim təxminən bir 5-6 dəqiqədə zamanımız var. Bir neçə telefonlarımız da kəsildi. Əgər bilmirəm, bu telefonlarımız olsa bir ikisini də qəbul edin. Amma ki, hər halda bilirsiniz, biz bu gün siz traktordan danışdınız. Mən heç vaxt da iştirak edə bilmədim təəssüflə. Amma ki, çox sevinirəm ki, hər halda faşizmin simvollarının biri qara batıbdır, bir də qaldı traktorun tərinin altında, bu tərəfdə, hələlik altındadır. Amma siz dediyiniz kimi, yəni buna bir oyun çıxardacaqlar, bir fırıldaqlıq olacaq, onu biz indidən güdək. Bəlkə televizyonda elan olunduğuna görə bəlkə biraz yubatsınlar, amma bunlar qəbul eləyə bilməzlər ki, traktor birinci olsun. Yəni gələcəkdə traktora qarşı bir təxribat olacaq. Ya traktora qarşı təxribat olacaq, ya da istiqlalı, ya o biri timlərin birinə o qədər dəstək verəcəklər ki, qoy o traktor heç olmasa ikinci olsun. Heç olmasa. Yəni, özəlliklə traktor olduğuna və onun üstündə məxsusən onun üçün mürəbbisi, deməli, xətibidir, Rəsul xətibi və bu türkü dilində o müsahibəçilərə zülm olduğuna görə farslara da bu müsahibə verməyibdir. Və xətibi, diqqət eləsəz, həmişə yerli əhalidən gətirir orada oyuncu, qəhrəman düzəldir. Yəni, o qəhrəmanlar ki, əslində qəhrəmandırlar, xətibi onlara fürsət verir, belə deyil. O bir yerlərdə vermirlər. Məsələn, Möhsen deyilir ki, Mərəntlidir və Fərşad Əhmədzadədir. O birisi keçən il Saman Nəriman Cahandır və ya o göstəriş Fulatda qalan Bayrami də Ərdəbillidir. Bunlara fürsət verir. Ona görə məncə xətibiyyə də, traktora da oyun olacağını indidən biz nəzərdə almalıyıq. Buyurun, telefonunuzu. Sağ olun. Xoydan buyurun, alo. Selamünaleyküm. Aleyhisselam, hoş gördük. Bizə xoş gördük. Bir nəfər gedir, Ayvası geliyor. Alo. Buyurun bəli, buyurun. Səsim gəlir? Gəlir bəli, buyurun. Bir nəfər deyir, bir nəfərə mən istəyəm Ayvası geliyəm. Bucu qalmışam, evlənəməyəm, pulum yoxdur, evim yoxdur. Damımın məsələn zadım.
Deyir, mən dəlləkdərəm, amma deyir, Mağverədə bu bir dənə xoyda məscid var, orada mallalar arvad siqeliyir. Deyir, getdim ora, qapını döydüm, dedim, mən gəlmişəm mallaya, arvad siqeliyim özümə. Deyir, bir cütdən paya qoydu qabağıma, dedi, neçə cüt, 40 cüt, 50 cüt. Dedi, hansını götürürsən, götürcünə. Deyir, dedim, bu nə işdir? Deyir, dedi, dəmpayanı götürsən, o arvad sənə siqeliyəcək. Deyir, dedim, və sən eynin düzülsən qabağını düzül. Və bizə gəlində bir dəmpaya qoyuyor. Mən dəmpaya almıyorum abi. Deyir, mən qaçdım, çıxdım, oradan qaçdım. Reysət da başqa arxayım. Bunlar əməllər var da. Hələm çıxdılısı budur. Əlası 100 arvad gelib özünə. Dəmpaya ilə arvad seçir. Bunlar əməllər var. İndi 4 dənə Ankaralıyla koyda danışıyorum. Deyir, Urmiyədə mən gedirəm. Polis mən deyir 20 min vey, 30 min vey. Bu da bizim Urmiyalımız qardaşlarımızdır. Deyir, tartılar alır qabağımıza, musafir 5 min xatir az qadı təsadüf ediyor. Elə vəhşilik məsələn, üryanındəliyi olur burada. Dedim, babam, onlar bəsizdirlər filan beyman. Burası sizin öz torpağınızdır. Gələdenizin su aşanda, gəldi Polavaya, oradan da gəl Xatın köprüsünə. Elə bura axar baxar Ankara'ndır. Müntahasız öz torpağınızın üstünde ciddi durmuşsunuz. Biz neyniyək? Biz de sizin qardaşızıq. O söhbətlərimiz yoktur. Ama her yerde pis yaxtı adam vardı. Bir dakika, Lezzət da bizim müşkülümüz bir dənə sən o deyir ki, ələn mənim özümün damım uçur, göysətmişəm. Şurayı şəhri imza veribdi. Nimayəndə imza veribdi. İsmail'in standart imza veribdi. Dehyar imza veribdi. Farmandar imza veribdi. Bir daha bunun yardım etçende rəhmli var. Deyim, mənim səndən xoşum gəlmir sənə lan verəm. Sən həyatını saçına. Dedim, mən satsam oranı. Ağmə 60 il, 70 il, 800 ildir mən buralıyam. Orada mən zəhmət çəmişəm. İndi mən yerimi satsam, səni vermərəm ki. Sen benden bir tane Azerbaycan'da hemşehri olan yerime müşteri durursan, ben satmak nezam yoktu. Siz de bağışlayın, ben de sen ayı bir zaten gözükeceğim onda bu. O adam özü haralıdır ki? O adam özü kimdir? Rahimluduk bu Niyazi Mesken'de koyda oturur, böyle 1 milyon alır, zemzire var ve herkes pul vermese, diyecek senet tak, çeşitlen, karmet tak, bazı adamlar tapamı kalır. Ama el-an burada rüşvəxorluq, tuğyanəli heç kəsəmin qabağını almır. Heç kəsəmin qabağını almır. Bizim damıtsız başımıza burada. Damıtsız dadı bidadımıza yetişən yoxdur. Böyükçi, əzən hər nəmə dəbbibinə. Qardaş sanı bir dənə sənə dərdimin sözünü deyəcəyəm. Allah şahsı razıyam. O ki, məhəlləmlikdə əhsanlar pişirir. O yerində vaxt olan günü o qəzalar pişirməyəcək. Bax, bunu həqiqətən ürəkdən deyirəm. Yəni, qəbul dərim bunların əhsanı, xeyriyası, şəri, heç hatta qəbul dərim. Bunların... Hər halda dərdliydi dostumuz. Buyurun, bəli. Siz hələ xəttəsiniz, amma səsiz kəsildi. Bəli. Bəli, indi telefonunuz kəsildi. Aydındır, fikirləriniz aydın, bəli, Əhməd bəy. Dərdlidir, yəni bilirsiniz, o deyir ki, 1 milyon rüşvət alır ki, van versin, bu da verməyib, o da vermir. Yəni, bu hər halda elə dediyimiz... Nizam, sistem yəni... Bilirsiniz, biz sistem ki, nə deyərlər, fəsad üstündə qurulubdur və Nizam-ı Cumhur İslami özü fəsad üstündə qurulubdur. Oradan xeyir gözləmə çətindir. Sözə qulaq asmayaq biz gərək. Əmələ baxaq. Sözdə bunlar deyə bilərlər, nə bilim, mərdumi, nə bilim, tudeyi, nə bilim, millətin yanındayıq, millətin dərdinə ürək yandırırıq, nə bilim, Xumeyni dediyi kimi bərqin suyunu almayacaq, elektrik suyu olmayacaq, pulu olmayacaq, su pulu olmayacaq, qaz pulu olmayacaq, süfrədə oturub yiyəcəksiniz, biz də sizə gətirib pul paylayacaq. Deyə bilərlər onu. O söz idi, əməldə fəsad üstündə yaranmış bir sistemdir. Bayaq dediyimiz o
köhnə qoca pişik, yenə də adı yadımdan çıxdı, lənətullah. Cənnəti. Adına da özdə cəhənnəminin adını qoyublar cənnəti. Ənuşirvan qatilin adını qoyurlar adil. Cəhənnəmli adamın da adını qoyublar cənnəti. Mən də bilmirəm bu. O cənnətinsə mən cənnət olmaq istəmirəm. İndi onun deməli siz durumuna baxın. O adam məmləkətin ən mühüm adamlarının təyin olunmasında onun qərarı mühümdür. Özdə əliflə cimin fərqini bilmir. Sistem fəsad üstündə yaranıbdır. Cənnətinin uşaqları, qohumları, böyük mollaların uşaqları, qohumların hamısı milyarder olub, milyoner yox, milyoner çoxdan idilər. Milyarder olublar, millətdəki 1 kilo ət tapa bilmir yeməyə. Bu fəsaddır, ayrı bir şey deyil. Məmləkətin bütün pulunu yığırlar, aparırlar, verirlər teröristlərə, bəsiciləri bəsic eləyirlər, getsinlər, adam öldürsünlər. Bəşar Əsədə milyard pul göndərirlər ki, sünniləri sunni koş eləyin, yəni sünniləri qırın. 200 min nəfərdən artıq müsəlman tək Suriyədə qətlam eləyiblər. İran rejimi və onun dəstəklədiyi Bəşar Əsəd belə bir sistemdən əlbəttə ki, ədalət gözləmək olmaz. Ədalət sistemdə olmalıdır. Ədalət qərb dünyasında daha çoxdur. Şərqdə ədalət yoxdur ki. Çoxunda mən deyirəm, ədalət yoxdur. Əgər ədalət, düzgünlük, insaf və millətə rəhm eləməklə idarə eləməkdirsə, o qərbdə daha çoxdur. Mən demirəm, qərb tamamən adildir. Yox, qərbin də çatışmamazlığı var, çoxdur da. Amma müqayisə eləyəndə, nisbi tutanda ədalət bu tərəfdə var, o tərəfdə ədalət deyə bir şey yoxdur. O tərəfdə ad ədalətdir, əməl zülmüdür, bu tərəfdə tam fərqlidir. Əməl daha çox ədalətlidir. Bilirsiniz, onun üçün də o dostumuzdan mən xahişim budur ki, uman yerdən küsərlər. Siz bu sistemdən ədalət ummayın. Nə olursa olsun. Bir sistemdə ki, dünənəcən 5 tümən pul alıb, rozə deyən molla bir gecədə gəlir olur məmləkətin rəhbəri və 90 milyard dolar təhbi şirkətdən pul olur Xameneyini mən deyirəm. Orada da məlumdur ki, bu başdan bu balıq çürüyübdür. Burada nə ədalət gözləyirik? Mən təşəkkür edirəm sizdən Cavad bəy və tamaşaçılarımızdan siz buyurun. Təşəkkür edirəm, çox sağ olun. Verilişimizin həm də artıq sonudur. Telefonu qəbul etməyək. O bir neçə telefonlarımız da təəssüflə kəsildi. Və sonda həmvətənlərimizə biz bu günləri, yəni bu axşam ən azından bir neçə mövzuya toxunduq. O cümlədən ciddi mövzulardan biri həman bu 14 milyon rəqəm idi, boşanma idi. Bu həqiqətən də bu bir növ zəngi xətərdir. Yəni o məmləkətin dövlətə yox, o məmləkətdə yaşayan insanlara, o sağlam ailələr ki var, sağlam insanlar ki var, onlar da yavaş-yavaş o təhlükəyə, o xətərə düşür. Çox təəssüflər olsun. Ona görə də ən gözəl, yəni biganə qalmamaq, bu məsələ ilə bağlı ciddi bir tədbirlər, planlar görmək, bunu millətdən başqa heç kim görə bilməz. Biri gəlir deyir, rüşvət ayaq tutub yeriyir. Yəni bu inanılmazdır. Yəni bu İslam adı olan ölkədə, Cumhuriyyət adını İslam Cumhuriyyəti daşıyan ölkədə və İslam bayrağını qaldıran bu insanlar tərəfindən əgər belə bir sistem, belə bir məmləkət qurulubsa, o zaman vay o millətin halına. Onun üçün də ən gözəl, yəni mübarizə yolu dediyimiz kimi bu işlərə biganə qalmamaq, müdaxilə etmək, tələb etmək, məsulları məsuliyyətə cəlb eləmək və bunu insanlar öz iradəsi ilə eləyə bilər. Məsələn, Xoydan zəng eləyən o soydaşımız, gəldiniz, dediniz, çox sağ olun. Yəni bir məsələ də bilindi. Amma oradakı əgər məsələn Xoy əhalisi əl-ələ verməsələr, bərabər orada mühüm yerlərdə toplaşıb etirazlarını bildirməsələr, bu məsələni həll etmək, kökündən həll etmək imkansız. Və yaxud Urmu gölü ilə bağlı Urmiyədə, Təbrizdə, bütün hər yerlərdə, Tehranda olan soydaşlarımız hər tərəfə, hər kimi dindirirsən, sadəcə üsyan, nalə və s. Yəni, bütün bunların hamısı əl-ələ verib bir ciddi vəziyyət, bir durum yaradılmasa,
bunların əlindən xilas olmaq çətindir. Get-gedə bu məmləkət, indi bugünkü var, hal-hazırda yaşadığınız o məmləkət bugünkü var, buna da bin şükür. Yəni, bu məmləkət get-gedə geri gedir, hər cəhətdən geriləyəcək. Saylar çoxalacaq, bu cür fəsadlar çoxalacaq, nə bilim, hər bir şey siz gözləməyin o məmləkət 5 gün, 1 ay içində, 1 il içində Gülüstan olacaq və hər şey düzələcək. Bu imkansız. Bu sistem nə qədər var, o məmləkət geriləyəcək, təəssüflər olsun. Və biz də sadəcə biz ümid edirik ki, yəni, siz rifahda olasınız, rifahda yaşayasınız. Bizim hədəfimiz, amalımız da bundan ibarət. Haqqınızı biləsiniz, hüquqlarınızı biləsiniz və bunu tələb edəsiniz. Çox sağ olun və təşəkkür edirəm hər kəsə, telefon açan soydaşlarımıza, cəhd göstərib, amma verilişimizə qatıla bilməyən soydaşlarımız və həmçinin bizi bütün seyr edən həmvətənlər ki, imkanı yoxdur, zəng edə bilmirlər və müəyyən səbəblərdən sözləri var, danışa bilmirlər. Onlar da sağ olsunlar. Onlar da bizim tamaşaçılarımızdır və biz növbəti verilişlə yenə də sizinlə birlikdə bərabər olacağıq. Hamınızı tək Tanrıya tapşırıram. Sağ, salamat qalın. Hər zaman həmişə Günas TV ilə qalın. Hələlik.